pul, güc, şan, şöhrət hamısı bir quldurun əlindəydi. Amma o asılmamışdan qabaq dedi ki, xəzinəmə sahib olmaq istəyirsiniz, elə isə pox yeyirsiniz və quldurlar dövrü başladı. Yığışdıq dörd qardaş, gedək dənizə, gəlirik kəndimizə, girək evimizə, bir tükə. Çıxdıq biz yola, sürdük dənizə, orada qəşəng qızlar gülümsəyəcək bizə. Bizə deyirlər dənizdəki quldurlar, çünki torpaq üstə rahat yaşamağa qoymurlar. Gəmimiz yaranıb ki biz sürək, hamımızda var şir kimi ürək, gəl burada girək. Yığışdıq dörd qardaş, gedək dənizə, gəlirik kəndimizə, girək evimizə. Qaydırıq biz pulla, lap alarıq zorla, ondan, bundan, hamıdan bir tükə. Sakit zaman. Hamıya salam. Bugün D20 Aleyküm Masa salam. kanalında D20 Masa kanalında yəni oyunumuzu oynayacağıq və ilk oyunumuzun qonaqları Sahib abim mənim, Sahib Ağsaç, yəni Hoş Kenan- gördük, hoş gördük. mənim qrup yoldaşım, dəyərli qardaşım Kənan Cəfərli burdadır. Hamının sevimlisi Agil Ələkbərov qardaşımız burdadır. Bəli, Və- bəli, Bizim bəli. Agilem Güler deyəsən. Və cosplayləri ilə bizi şənləndirən, gözümüzü oxşayan, başqa necə tanıdaq burası? Adının Oxşar. birincisi Yusuf Sarkisyan. Hə. Adının Yusif layiqi göz oxşar. Yusif Targaryen bizləndir. Yəni Tarkisyan yox, Tarkisyan. Targaryen dedə erməni kimi oldu ya bura. Tarkisyan. Serj Tankinyan da bizləndir bu gün. Okey. Biz bugün nə edəcəyik? Biz bugün Fate Condense sistemi ilə birlikdə One Piece roleplay oynayacağıq. Bunu necə eləyəcəyik hələ biz də bilmirik. Yoxlayacağıq görək olurmu, olmurmu. Bu karakterləri tanımaqla bağlı. Yəni karakterlərimizi tanıyacağıq və oyunumuzun sistemini biraz açıqlayacağıq bu round deyim, bu Evet. sessiyada deyim. İstəyirsənsə elə birinci Sahib səndən başlayaq. Sən kimsən burada? Bəli. Ya da səndən başlamışdan qabaq istəyirəm bir dənə şeydən başlayaq. Hardayıq? Biz nə edirik? Oyunumuz Hekayənin başlanğıcı. One Piece kainatında keçir təbii ki. Amma One Piece kainatında bir ara var ki, xüsusi bir ara. 2 il Luffy-gil yoxdur ortalıqda, çünki dağılışırlar. 2 il training. Time skip. Hərəsi bir yerdə, time skip. Bu time skip olan vaxtı bu gördüyümüz tayfa, kitab əhli tayfası çıxırlar dənizlərə və özləri orada nələrsə eləyirlər və Luffy-gil qayıtmamış bunlar yoxa çıxırlar. Bilmirik hardadılar. İndi onu sonradan biləcəyik. Bu tayfa kimdir, nə edir, nə işə baxırlar, kimlərdən ibarətdir, indi onları tanıyacağıq bir-bir. Sahib, sən başla kapitan olaraq. Yəni. Mən Zoram, adım da Zor oğlandır. Okey. Oşum keçmiş Navi kapitanı olmuşam. Vaxtı zamanında Akicinin belə deyək də yetirməsi idim. Yəni onunla bir yerdə savaşırdım, edirdim. Axırıncı dəfə Marinefordda nə oldusa, yəni Marineforddan sonra daha doğrusu Punk Hazardda Akainu ilə Akici arasında nə oldusa, yəni Akici böyük qardaşımız Navi'dən ayrıldı. Mən də onun arxasınca elə mən də ayrıldım və öz pirat komandamı qurmaq qərarına gəldim. Mən çox böyük hədəfim var. Mən bir dövlət qurub, bir krallıq qurub oranın kralı olacağam. Oranın da adını qoyacağam Buxara. O hara kitabxanası. O hara
O'Hara'nın son nümayəndələrindən biri o ikincisi olduğum üçün birinci Nico Robin'di. Hə. İndi mən necə olub ki O'Hara'nın ikinci nümayəndəsi olaraq var olmuşam, həyatda qalmışam. Orasını sonra Sən keçərik. Murat, texniki olaraq neçə yaşın olmalıdır onda? Çünki o bələydə Harca imişsən. belə deyim də Nico Robin'dən bir 6 yaş balacayam da, elə başa düş. 6 yaşı var. Harca 26, 26 zad ya belə Yox, 6 yaşı onda bilmirəm. Nico Robin'in Murat, 6 ya 7, 8 yaşı var. 20'li yaşlarındasan da, yəni ki, Love'la eyni yaşdasan aşağı yuxarı. Təqribi 25 deyirəm. Mən düşünürəm ki 25-26. Nico Robin'in 32 zad yaşı var. 28 yaşı var idi çünki. Sən də 6 yaş balacasansa 22 falansan. Hə, tamam. Hə. O onda timeskipdən əvvəl 28 yaş varsa, hə. Okay, Sən indi 20 Sən- yaşında. Riyaziyyat ağlar qoyduq ya Allah'ın olsun. İstəyirəm keçim Allahım. Kənana. Kənan, sənin karakterin haqqında istəyirəm biraz danışaq. Mən balıq adamam. Hə, bura. Əvvəllər Arlov'un tayfasında qılınc ustası olmuşam. Daha sonra oradakı X-liyi görüb istədim ki, o tayfadan ayrılım və ayrı seçkiliyə göz yuma bilmədim. Can. Sən bir dəqiqə, sən bir müddət background elə Zefir. deyildi axı. Dakika bir gol bir Mən- Kənan. Mən Zefin restoranında da işləmişəm bir müddət. Hə, Kənanın tam yadında qalmayıb. Arlov'da. İstəyirsən biraz qısaca mən deyim. Deməli Kənanın karakteri müəllim. Bir dənə bu mahnının səsini aşağı salın biraz bir dəqiqə. Mahnı sağ mahnı açıldı. Mahnı yayına gedir, sizə gəlmir prosta. Qalıb orada. Devam. Deməli, Kənan söhbətləri görə Kənanın karakteri deməli, Arlongun tayfasında olub əvvəl. Amma təbii ki, indi Arlong parkda yaşananlardan sonra Luffy gəlib Arlongun tayfasını dağıdırlar. Arlongu da yox eləyirlər. Ondan sonra Kənan elə bil ki cırır oradan, aranı cırır və qaçır. Üzə-üzə balıq adamdır çünki qəşəng üzür. Üzə-üzə gedir, çıxır Zefin restoranına Baratiyaya. Və Zefin restoranında Zef onu götürür. Çünki Zefi də bilir ki, heç kimə ayrı seçkili eləyən bir insan deyil deyə. Deyir ki, sən də balıq adamsan, gəl də, yəni. Ona yemək verir falan. Kənanın da çox Qızardı xoşu vaxtda gəlir. ödəyir. Kənanın da çox xoşu gəlir və Zefə biraz qanı qaynayır, başlayır Zefin yanında işləməyə. Orada biraz təcrübə yığır və təbii ki, biraz da pulla yığır. Bu arada Zoro'dan çox təsirlənir. Zoronu görəndən sonra Zoro'dan çox təsirlənir və o da eynən Zoro kimi qılınc ustası olmaq istəyir. Yəni iki dənə normalda Zoro'nun Santoryu stili var da 3 qılınc. Bunun 3-cü qılıncı burnudur amma. Bəli. Qılınc Və balığı. dünyanın Bir şey soruşum. Hə. Kənan Baratidə Hə. şeydən qabaq Luffy geri Arlong'un komandasına hücum eləmişdən qabaq ayrılıb Arlong'un komandasından Yox yoxsa abi. O Yox, hücumda ondan sonra. oradaymış. Oradaymış və Ha, Zoro oradaymış. falan görür. Zoro'nu da görür. Zaten Zoro'nu görüb o təsirlənir. Arlong'da görür. Arlong'un Bəli, komandası bəli. da orada Hə. görür, oradan sonra ayrılır. Aha. Bir şey soruşun, bir şey maraqlıdır mənə, bir şey maraqlıdır. Aha. Sənin bu birin fetişin nədir? Bax, mən də burnum yekədir, Kənan da burnu yekədir. Abi sənin burnumun yekə olmağı sadəcə olaraq yəni Murat, bir şey deyirlər sizə. O burun yekə məsələ bilsən hardan gəlir? O şeydə nə idi adamın? Bəxt üzündə Bəxt üzüyü deyir filmi. bu deyirlər ki, burnu zırfı kişilərin bəxti də qara olur. Murat. Kənanın burnunun Mənim yekə olmağının mənim səbəbi burnum var. qılıncdır. Kənan qılınc qılınc, balığıdır. Sən Qılınc siyasi Burnu olaraqdır. sadəcə olaraq burnu yekə deyil abi. Qılınc balıqdır adam. Ha. İçinə aldım. Okey. Sənin prosta burnun yekədir. Hə, okey. Elə keçək elə Yusifə. Bir də görürsüz ki, Kənanın karakterinin başında yaşıl bandana var. O da Zoro'dan təsirləndiyi üçün taxıb elə onda. Elə bir özəlliyi var. Şey. Yusif, sən kameranı söndürdün. Hə, gəldin. Gəldi, hə. Sən danış biraz karakterin demə- haqqında bura. Demə, Kamo ölkəsindənəm. Don Aha. Chijanın qardaşı oğluyam. Don Chijanın özünün uşaqlarından fərqli varis çıxmır. Məni də öz varis olaraq qəbul eləmir. Mənə deyir ki, sən cılıqsan. Onun Çinja onun hardan Ha. tanıyırıq? Bir də onu xatırlat, ola bilsin xatırlamasınlar. Don Chijo bizim şeydə o nədir, gladiator döyüşləri zamanı orada kişi var idi, başının belə şey olan belə
Hadi. Bu arada hələ də Bonus var, elə hə. dəqiqə. Hə. Hə. Onun option qardaş oğluyam. Özü fərqli uşaqları yoxdur. Məni var isə, prosta mənə də varisolog qəbul edə bilmir. Ki bəs dılısdan da sən hələ şişməmsən, bişməmsən. Sən yəni layiq deyilsən bu vəzifəyə. Nə vaxt layiq olarsan onda gəlib oturarsan. O üçün mən də atıram bütün nəslin nəcabəti zadı. Gedirəm çöllərə, deyirəm ki, özümü kişi eləyəcəm, kişi olacam, qayıdacam dala vətənə. Gəlib o şeydə oturacam da, yəni o varisliyi alacam. Ömrümüzü oturacam. Mən də bir dənə mənfi xasiyyətim var. Dostlarımı pula görə belə sata bilərəm, yəni o qədər şərəfsizəm. Ona görə Yekə son deyil. çıxacaq. Onu istəyirsən neçəyə irəlilədikcə şey eləyərik. Bir nəyəsə 30 durarıq bəlkə də. Hə. Yəni. Sırf yəni şey olar, option- səbəbi ola bilər onun. Naminin məsələn Sən fetiş travman olması ola səbəbi bilər. kimi. Hə. Okey. Mən o üçün burnum da yekədir, burnum da qoxu qalma qabiliyyəti güclüdür. Yəni kimsə yalan danışanda eləyəndə tez tuturam da. Yəni anlayıram bilirəm ki, bu adam nəsə gizlədir, burada fırıq işlər var. Yəni şeyin fələyin qoxusu. İyliyə tapırsan. Yəni təkcə o iyiliyə başqa şeylər də tapa bilərsən burada. Hə, özüm də meyvə yemişəm, meyvə istifadəçisiyəm. Meyvəm klonlama meyvəsidir. Şeydir, klonlarım mənim kimi ayrı-ayrılıqda özlərlə bir o Naruto da kimi Kagabunshi kimi. Yəni çox sürprizi pozmayaq, çox da danışmayaq. Hə, bura. Gəl Spoiler meyvənin gərək şeyini Hə. sonradan açarıq yavaş-yavaş. Yəni sənin karakterini hal-hazırda marağım öldü. Ay. Çox danışdım. Aqil, son olaraq sənin karakterimə gələk istəyirsən? Arkadaş, belə bir ki, mənim karakterimin adı Loğman Namik Q gəlir. Namik. Loğman Namik Q deyirəm. Namik Q'dur. Adımı demədim, Nosu da Hə. aldım. Adımı demədim, Nosu. Yəni Valla tayfada Kənanın adı ən hər şey adımdan çıxdı. Kənanın adı nə idi? Kənan üzr istəyirəm, adı Ali. Nemo Di Farel. Difa. Nemo de Pare. Nemo di Nemo de Farel. Pare. Nemo. Yəni Hə. bu arada Deməli, soyadımdır. tayfada ən dəmə. Nemo Hə, adı. de qəhrəman. De. Fareldə ləqəbimdir. yəni balıq adamları arasında tək soyadında Di olan adam Kənan ola bilər bu dəqiqə. Bəli. Bəlkə soyadında təkcə Farilat olan budur. Yox, bura. Gold D Roger'də mən. Əslində şey kimi Soyadını olmalıdır. aydın. Yəni One Piece məntiqinə uyğun Farel Di Nemo olmalısan yəni. Ay, indi sizin farelinizə də, şirkənizə də, hamısınıza da sözüm imkan bir xarakteriniz olar. Danış abi, karakterimi danış. Söz verirlər Kənanın balığından danışır. Kənanın balığından. Kənan Allah balıq. Allah. Deyirlər. Hə, bura. Karakterim hamıdan güclüdür. Qoy danışsın. Qəhrəman istədiyi qədər. Yaxşı. Danış bura, danış. Hə, deməli, tayfada ən dəməqoy xarakter məndədir. Ha. Görünür elə. Hə, yəni belə deyə də mən sahiblə çox heyf ki, uşaq vaxtından dostam. Bir yerdə böyümüşük, bir yerdə yemişik, içmişik. Cəmiyyəti bir yerdə çıxmışıq, çıxmaz olaydı. Mən ən böyük arzum bu hansı ki o şeytan meyvəsi yeyib özünü necə deyim, o dənizlərin hakimiyyəti altına alıb masterclass-la deyənlərin yediyi meyvələrin kökənini tapmaq. Yəni bu meyvənin toxumu ilk növbədə hansı meyvədən gəlib? Mənim məqsədim o meyvənin özünü tapmaqdır. Hər cür şəraitə uyğunlaşa bilirəm. Yəni tayfada belə deyək də 50 qolu yeganə uzun insan mənəm. Heç bir kaprizm Yəni- yoxdur. Yəni heç nə 32 yaşım var. Salam, 33 yaşım var. Siqaretə günorta yeməyinə işləyirəm. Hə, beləsə. Belə heç bir meyvə yeməmişəm. Sadəcə mənim dil qabiliyyətim güclüdür. Divjeniyam var. Yəni istənilən adamdan dil tapıb necə özümə yer eləyə bilirəm. Sonra ən yaralı yerim. Yəni mənə vuracağın yeganə yer civilərdir. Bir də ki müəllim, sənin biologiya və etimologiya? Sənin heyvanlardan çox yaxşı başın çıxır. Mənim biologiya Flora fauna. Mənim flora və faunadan anladığım qədər həmin kainatda heç kim bilmir, çünki mənim hardasa belə deyək də həyat gözümü açdığım vaxtdan bitkilərin və heyvanların arasında böyümüşəm deyə artıq mən onların belə deyə də belə sortuna qədər bilirəm ki, bunun sortu hardan gəlir, bunun nəsil nəzarəti. Məsələn 2 dənə dəvə evlərində gəlib məndən sor ki, bunun atası anası kim olub, deyirəm ki, yaxşı kişi olub, yaxşı arvad olub edərəm. Qəşəng, Belə bir şey. qəşəng.
Ümid edirəm xarakterin qədər oyuncun da bilir bitkilərlə bağlı. Çünki sənə deyəcəm, brat. De görüm bu nə bitkidir, davay. Eynən. Okay. Şey yoxsa qıçını soğub içəri mən kimə müəllimə deyən uşaqlara. Ay sağ ol. Okay, karakterləri tanıtdığımıza görə istəyirəm indi Bəli. yavaş-yavaş oyuna başlayaq. Oyunda indi hardan başlamaq istəyirsiniz oyuna? Artıq tayfa olmusunuz və çıxmısınız, yoxsa tayfanın qurulmasından başlayaq, necə eləyək? Məncə gəl belə eləyək. Hər şey başdan başlayaq, sona qədər gedək. Əvvəlcə başlayaq tayfanın qurulmasından. Çünki biz tayfanı əvvəlcə qurmalıyıq. O tayfada hər kəs yerli yerinə oturmalıdır ki, belə deyək də, hamı bilsin ki, bu tayfada iyerarxiya hardan başlayıb, hardan qurtarır. Mən bir söz deyim amma, Yəni- mən bir söz deyim amma. O Luffy-nin balıq adasının üstündə olan yerin adı idi. Yadımdan çıxdı. Şeydə gəlirlər 11 dənə yeni nəsil şey gəlir. Nədir o? Supernova. Korsanlar gəlir. Aysa, o supernovalar heç kim bilmir ki, amma hamısı bir yerdə idi, düzdür? Şeydə Sabodiya bura gedir. Nə? Ha. Yəni biz də hamımız bir yerdə olaq, sonra yavaş-yavaş şey eləyək ki, bunlar hardan birləşiblər. Məncə eləsə daha yaxşı olar. Okay abi, məncə də yəni şeydəsiz artıq. Gəlin belə eləyək. Elə ki, Sabodiyasız bu. qəfil belə bir qrup çıxır. Şeydə ki, bunlar hardan gəlirlər, necə gəlirlər, hamı maraqlı qərar verir. Yəni Sabodi şəkli də yoxdur, belə bir şey qoyuram. Bura güya Sabodi deyildi, yəni. Şey eləyim. Biraz aşağı eləyim. Hə. Nəysə uşaqlar, elə bil ki, Sabodidəsiz hal-hazırda. Ana sabot görmürəm o. Görmürsən? Sabahoy'da da Luffy itəndən sonra biz gəlmişik də öcə. Aman da halım. Paylaşmışam axı mən, brat. Abi biz Görsənmə. Grand Line-da deyilik axı hələ. Bu Locktown-dayıq. Yox abi, lockdown. Ya da deyirik ki, yəni ona müzakirə edirik də Kənan ki, biz Lockdown-dan mı başlayaq, yoxsa Sabahoy'dan başlayaq? Yəni artıq komanda olaraq varıq. Qəribəlik var burada, amma bilmirəm. Siz görmürsünüz bu dəqiqə. Yox Nəyi? abi biz məncə Lockdown-dan başlayaq. Mən 5-imizi görürəm, bir də sənin o yaratdığın ekranı görürəm. Yox. Orada Eynən. hələ Amma Gəz- ekranda heç nə Gəz- yoxdur. Yox, yox. Heç nə Ekran- yoxdur ekranda. Tünd göy, mavi belə ekranda. La başa düşmədim mən bunu. Niyə belə oldu ki? Çünki bəlkə mən 2-dən yox hala 2-dən açmamışam. Gəlirsiniz, gedirsiniz, nağarsınız. Mənə aydın olmayan bir şeylər var burada bu dəqiqə. Aydın tapmalısan. Ekranım donub mənim görəsən. Bu niyə belə oldu ki? İnternetin Elə bil donub, bizdə məndə elədir yəni. Elə bil donub, heç nə yox. Adicə muşka hərəkət eləmir. Muşka. Yox, mənim ekranım bu dəqiqə yayına rahat gedir. Şey də yayına da gedir bu dəqiqə ekranım. Şeydə də düşür, OBS-də də düşür rahat. Prosta sizdə necəsə olub donub yəni. Sizə göstərmir o. Deyən görək. Məndə ekranda yazıb ki, Aqil Ələkbərov əlini qaldırdı. Bir dəqiqə. Aqil nə əl qaldırmısan? Mən bir dənə stop. Ayağımı qaldırım. Qoy təzədən şey. Müəllim olar. Qəhrəman çıxdı bir də girdi. Ha, bax indi şəkil var. İndi var şəkil. Gəl dəqiqə baxım. İndi də bura. Aysa. İşte. Gözlə. Bu Mr. Strange-in şamdanı var deyə ona oxşur. Bu dəqiqə indi Bu şey oxşadı. sahib Aqil olub. Deyən qoy bunların yerini dəyişim. Allah Yusuf. Sahib Aqil ola bilər, amma Aqil sahib ola bilməz. Sahib Yusuf. Ay blin, oradan bir dənə güllədən zaten tullunu rədd elində. Bu üçün kapitanım. Mən bir kapitana yola getməm. Sahib, sənə mən maliyyə dəstəyi gözləsəm, məndən uğraş adam yoxdur gözlə. Sən sürünərsən abi ki, mən maliyyə. 22 ildə dostum qardaşım. Şaxlıq Nə oldu elə? Bura daha çox şeyin yerinə oxşadır. Nədir? Bura daha çox şeyin yerinə oxşadır. Nədir bu? Klon adı nədir Allah şeyi? Mr. Klon gələn kimi müəllim. Bu Şeyin adı nədir? Foxy. Şeyin yerinin adı nədir? Foxy. Kimin ala şeyin deyə qaldı. Bu şeydir də bura. Luffy gil gedəndən sonra tikiblər bu tərəfi. Yəni bu tərəf yox idi. Yox ha. Bu klon yox idi. Şeyin adı nədir? Şeyin Shanks'ın dostu. Bacinin yerinə oxşayır bu Səkına oxşayır. Elə bir yerdir zaten. Bacının adını fikirləşirsən? Okey, uşaqlar. Bak yer. Sabodidə siz bu dəqiqə. Sabodidə mən birinci istəyirəm elə sahiblə Aqildən başlayım. Çünki siz onda şey axtarırsınız da, Gənvizi qoymusunuz, tayfa axtarırsınız da orada.
Uşaqlar da Hələ bir gəlir. avara-avara gəldi tayfa axtarır. Agil harda axtaraq? Nə bilim abi. Sayırdıqda, Nə sayırdıqda, arasız sayırdıqda. bir dəqiqə şey kimi düşün də. Bir dəqiqə gəmimizin qabağında siz ikimiz də. Aha. Tutalım ki, orada bir Simişka sıra tutuyoruz. var. Sıra var, şey kimi düşün. Gəmiləri Aha. düzüblər, hamı öz tayfasına şey rekrut eləyir orada. Proses gedir. Siz də deyalmısınız orada ikiniz. Məncə biz gedək şeyə, bir tavernaya zada var da yəqin ki orada. Elə bir orada yeyə Var, içək təbii ki, qəşəngcənə. Var Abi, tabii. Elə orada orada bir yeyib yeyə kəndə məndən içək, həm də tanışılır baxaq da. görək nə var nə yox. Bəlkə Ay oradan sağ ol. kimisə tapdıq elədik. Ha? Qardaşım, mən deyirəm ki, mən orada işləyirəm də, aşbazam. Məni görürsüz orada, məni Orada- tayfaya qatırsınız. Sən Sən orada şeydə Mən- işləyirsən? hardasan? Bırak bizim səni tayfaya Yusuf, dəvət get, eləməmiz səssiz üçün bizim səni görməmiz şərt deyil. Yəni sənin bizim tayfaya daxil olmaq üçün sənin bizi elə bir xarakterin cəlb eləməlidir ki, biz deməli bir sayı deməli ki, absolutum biz bu adamı tayfaya almalıyıq. Yəni onsuz da səndən başqa orada nə qədər adam var. Yəni Abi, özün onu duran deyirəm. kim, dağılan kim. Orada Hətta çox adam səndən ola nəsə bir bilər. xüsusiyyət Mənim kimi olmalıdır. aşbaz Ha. ola bilməz. Mənim kimi Ay aşbaz. mən deyirəm tək Ha, sən aşbazı. tapacıyıq. Narahat olma, gəlib səni götürəcəyik. Akıllı Yusuf, ustası, kameranı götürmürlər. aç. Elə bir otelə qız aparırıq, gəlib səni götürəcək. Hə. Yusuf da bura görür ki, aranı cırmağa imkan var, o da kameranı bağlayır. Abi, Özü tuvalete getmişdin. siz onda istəyirsiniz başlayın, karakter bizdə, yəni ki, şey eləyin. Başlayın söhbət eləyin. Abi bu gedək o məncə o tavernada aşpaz var bir dənə. Bizim Ha. hə mən eşitmişəm də onun sorağı gəlib çatıb ki, biz vaxtı ilə yəni Baratidə zətdə də işləyib. Yəni qəşəng aşpazdır. Aha. Gedək bir onu görək deyirəm tavernada. Yəni. Həm yeyib içərik, əl qabiliyyətinə baxarıq. Özünü atdı ortalığa da biz də gördün də yəni. Gedək baxaq görək nə edir, nə iş görür orada. Həm tanıyarıq Ha. belə, xoşumuza gəlsə götürərik komandanı. Gedək baxaq da, gedək baxaq. Amma onu deyim ki, mən hər belə deyək də, yəni onun bişirdiyi yeməklərin dibinə qədər gedəcəm. Yəni ki, o bitkin dadı, mənə nito olan bitkin dadını görsəm mən onu götürən də olam. Yəni o elə bir əl qabiliyyəti göstərməlidir ki, mən o bitkin dadını hiss eləməyim orada. Qəşəng abi, Hə. gedirsiniz Boşun tavernaya. getdik. Mən ancaq xəmir yeməkləri bişirirəm. Abi, Ana gedirsiniz betdiyi anda qoy çataq da sənə. Allah, biz Tavernaya- dənizdə balıqla dolu yerdə gedəcəyik. Biz xəmirə harda dolu? Hərrəmsən bizi. Abi, gedirsiniz Özü balığa adam tavernaya, deyir, özü balığa da deyir. Özü balığa Yəni qəhrəmana söz verək bir dənə. Brat, girirsiniz tavernaya. Tavernada elə normal One Piece-də görəcəyimiz tavernalardan biridir. Yəni amma şey kimidir də, biraz üstü açıq yerdir. Aha. Və Örtülü bazar. masalarda görürsüz ki, fərqli tərzdə, yəni ki, o Eiichiro Oda style tərzində belə qəribə görünüşlü şeylər, piratlar oturublar belə. Fərqli. Hərəsində nələrsə eləyir. Bir tərəfdə orada görürsən ki, qumar oynayırlar belə, tak falan belə. Nəsə atır deyir. Nəsə mən səni oynayanda eləm deyir çıxır. Oradan biri qışqırır ki, hə, başqa adam var gəlib mənə oynamaq istəyir. Gəlsin görüm, hə falan. Bu tərəfdə də nə bilim. Şey də, Hə, nə? Dedə söz ver. Mən Türkiyəyə gedərəm. Mən gəlib bəlkə Hə. oynayım onlarla. Sən Türkiyəyə gedərsən. Sən Türkiyəyə getmisən deyə bu gündəyik də biz. 6 deşik Abi. gəmi ilə üzürük. Klas. İşte abi. Komanda Görürsən ki, orada bir dənə boş masa var amma. Bir dənə boş masa var. Masanın birində də deməli, Nosu təbii ki oturub. Amma tək oturub, yəni. Sən tək oturmursan, yoxsa kimləsə oturmursan, brat? Yo, mən tək takılmağı xoşlayıram. Sən tək takılmağa, tək oturmursan, brat, masalardan birində. Yox, sevgilisi ilə otur. Yəni vəziyyət budur qardaş, yəni ki, ortamda bu dəqiqə. Nə edirsən? Məncə boş masa yoxdursa, bir dənə yaxınlaşaq ora. Deyək oturmaq olar burada. Stol zad götürmək olar zaten məsələmiş. Mən də bəs qışqıracam belə borcluq eləyəcəm. Hə, okey. Yaxınlaş bura. Yaxınlaşdıq. Salam, stolda oturmaq olar. Biz 2 nəfərik, yer yoxdur. Yəni bura boş. Yekə burun müəllim. Rahat imkan verin tək oturaq, dərdimiz, sərimizi şey eləyək. Hə. Mən sənin yerində olsaydım, bizə yer verərdin. Çünki biz Neyəsən, verməsən neyəsən. kralıyıq. Verməsən Gələcəyin neyəsən. kralı. Nəyiz? Kral
Kral? Yox bir çubuş, kral. Hə, kral. Sən bizə icazə ver stad oturma. Mən sənə bir gögərti verəcəyəm ki, sən bütün dəftəri unutacaqsan. Gəl heç narahat olma yenə. Məzələnməyin məndən, gedin görüm, mənə imkan verin fikrimizi çək burada. Ala bilsən nə var Siz burada bax. danışan yerdə görürsüz ki, bir dənə yekə qarın saqqalları falan belə yekə belə saqqalları belə çirklidir amma başa düşdün yumayıb saqqalını 1 il falan. Aha. Gəlir belə şey deyir. Əlində butulka ilə belə gəlir. Nə oğlum, niyə dava edirsiniz uşaqlar? Heç Ay görmürsən giddilar. Geri oturaq. Söküş sökmə. Ailə var burada. Nə qarırsan, nə sən, nə? kimin ailəsi var? Hamılar ölərlər. Güləliydi. Nə ailə? Nə, kimsən, nə sən? Sən Damat kimsən? qumar oynayan yerdə ailə nə gəzir? Sən kimsən? Şeydə orada olan ailəsidir amma. Niyə soruşsan zamanlar? Ailəvi qumarxanaya gətirsən ola. Los Angeles atdın Ala- sən üçün. Qumarxa... Ala yox da, orada həmin o şey, taverna, hamısı göy quşağının altında olan qardaşların şeyidir, totemiz yeridir. Sən bilsən Ala mən... sən Aynen. mənə Sən bilsən mən kimi tanışıyam? Xəbərim var. Yox. Sən özün bilmirsən, bizə niyə soruşursan? Sən bilsən mən kimi tanıyıram? Allah ol. Ala sən bilmirsənsə biz hardan bilək sən kimi Bu şey, tanışırsan? bu Söz- dəqiqə deyən abi. Bir dəqiqə söz soruşum. Qəhrəman da oyunçusu var. Qəhrəman deyil, bəs mənim oyunçum olmayacaq. Mən oyunçu deyiləm, mən NPC-yəm, gəlmişəm burası. qəhrəman NPC-dir. Yəni Qəhrəman o çıxacaq dünyada olan mutlaka bütün obrazda. NPC-lərdir. Hə, Hə. deyirəm ki, NPC o deyil. abi O bu odur. Celestial Dragonların adı nə idi? Celestial Dragon'ların adı Celestial Dragon'da. Nə bilim, onların da Lüboy adı verim. Bir dənə adı var idi, xiyarında unutdum. Saint nəsə. Saint Carlos. Hə, Hə. Hə, Saint Carlos, hə. Hə. Sən bilsən mən Saint Carlosun dostuyam. Sənin xəbərin var Saint Carlos kimi? Qardaşım, Çağıraram bu dəqiqə hamımızı güllələyər. Ağıllı ol. Nə? qardaşım. Bunu da yaxdan denədən ölçdümürsən. Gəl, yol ver. Söz deyim, mən qoxu bilmə qabiliyyətim deyir ki, bu adam yalan danışır. Qohumuz adı deyil, sadəcə blöf şey eləyir. At görüm bir dənə Burat. Burnunla. Hə, At görüm. Nə atım, hardan atım mən? Bir dəqiqə. Sənsin də. Sənin şey Sual elə harda? baxaq. Sən araşdırman neçədir? Araşdır özümdən girib baxım. Araşdırma neçədir Burat? ya araşdır gör səndə neçədir. Araşdırmada ata bilərsən, temanı tutmaq da ata bilərsən. Məncə temanı tutmaq. Araşdırma da tema atmada birdir. İkisi də birdir. Okey, atıram onda sənin üçün Hə. Burat. Gözlə. Allah bir düşdü Burat deməli. Araşdırman da birdir, üzərinə 2 gəlir. Elə 2 atırsan, heç standa falan ehtiyac yoxdur abi. Konkret görürsən ki, yalan danışır bu. Blöf atır. Blöf atır abi, blöf eləyir. Doğru lan. Eləyirsən indi. Deyəsən bunları. Bir de bizə- yoxsa yəni Ha. baş verməyəsən, baş qoşmayəsən. Yo, mən bunlara gəlib deyirəm ki, bu adam blöf eləyir də, buna şey eləyirsiniz, bəs yalan danışır. O da başlayır üstümə xozlanmağa və sən nə deyirsən, mən yalan danışıram indi mən. Sən. Bir dəqiqə. Mən başa düşmədim. Sən bu iğniyə tutdun mənim yalan danışdığımı. Mənim burnum heç vaxt aldatmır. Sən burnun heç Bir dənə söz deyim, indi Hə? Amma o boyda Sən burun ilk kimdə olsa dəfə görürük. olmaz da. Sən ay burnun nosusan, fosusan, nəsən, səni ilk dəfə görürük də. Sən necə sübut edə bilərsən ki, bu doğrudan da yalan danışır? Yəni bununla yəni kimə gəlsən də, yəni mən inanamıram. Nəsə bir şeydir, mən sübut eləyirdim. mən bu dənizlərin ən qorxulu piratıyam mən. Kapitan Poxsaqqalam mən. Sən kimə deyirsən yalan danışır? Nə deyərdin? Agil nə deyir? Yox. Agil nə deyir? Namik nə Sən- deyir bu? Sən bir şey düz dedin. Kapitan Poxsaqqalsan, amma dənizlərlə qorxulu canavar deyirsən. Mən dəniz Vallahi. deyiləm, hə? Ha. Gözlə indi. Sənin burnun dedin çox yaxşıdır, hə? Onda bunu da elə deyir. Belə əlini açır abi, deyir ki, poxu deyir, belə üstümə pox atır belə əllərindən. Bu Belə belə. şeylə görüm. Qardaşım mən nosunu komandaya götürmürəm da bundan sonra. Bir dənə mənə Burat defend elə bir dənə defense ata bilərsən bir dənə mənə atletikdən. Atletikin Defensi neçədir? çıxmadı. Nəyim? Atletikin neçədir atletikin?
Atletikim yoxdur. Atletik varın. Neçədir? Yoxdur da. Bir bax Sıfırdır. izləyirsən onu. Gözdə. Bir bax, Mənfi yox. 1. Oy bulya brat. Deməli Yoxdur da. mənfi 2 aldın ala. Abi fate point falan şey eləyib. Bax aspektləri nələrdir? Aspektim demək talpa meyvəsi yeyib. Hə. Aha, Abi bir də burnu şey eləyə çıxdı bilərsən içəri. əslində. Həmin an istəyirsən şey eləyə bilərsən belə klon Me- fate point xərcləyib Ha, həmin klonlarını çıxarda bilərsən yəni ki. Hamısı Aha, kirlənməsin. 10 dənə klon, Qaqonu Hə, yeyirsən. Hə. 10 dənə klon çıxardıram 10 dənə. 10 dənə. 10 dənə. Ciddisən hala? Hə, qabağımı Abi, məncə eləmə. gözlə də söz Hə. deyirəm. Yaxşı, klon çıxarmıram. Şeydir, nə deyim? Aldatma bacağı. Burada nəsə bir başqa şey var. Okay. Özün yeməsən də klonun yeyəcək onu. Siz də bu dəqiqə bu yaşananlara Tamam. baxırsınız da sadəcə ki, bu nə baş verdi burada. Aha, komandaya ilk qoşulacaq ilk adamdır. Hal-hazırda burada başına poxsat düşürmülər ala. Məncə Sən o komanda indən altın vura gedir deyə təsəvvür elə. şeydir, nə Biz deyim? indi bildim niyə 2 ildən çox getməmişik. Yusuf, sən niyə getdin bura deyirəm? Mən baxıram da görüm nə seçə bilərəm də. Məncə klondan başqa bir şansım Yusuf yoxdur. peşman Hə, olur. klonlarımı Götür abi, klon heç nə də. Neçə yerə ayrılırsan brat? 5 dənə də çox lazımdır. 5 dənə klon Okey. ayıram, atıram üstünə, atıram üstünə. Hoppa, qəşəng. 5 dənə klon. Atletik yox, güclə şeylə də. Neçədir gücün? Gücüm yoxdur. Abi gücün yoxdursa da elə üzərinə 5 gələcəm nə atsan. Çünki 5 nəfərsizdir. Ha. Üstə plus 1 də bura 6. Qəşəng, çox qəşəng abi. Deməli biz sən nə edirsən? Deməli siz 6 nəfər bunun üstünə atlanırsınız belə, bura. Sən məsələn bir tərəfdən biri qoyur, o birisi tərəfdən o biri qoyur falan. O zəbra var. Bu da Hamısı da dirsək qoyur. hamısı hamısı da dirsək qoyur. hamısı da dirsək qoyur, hə. Bu da belədir. ha. Qəşəng 10 bak kimi. Yo, məndə dirsək plus 2-dir axı. Məndə dirsək plus 2-dir. Abi şey eləyir bu da qışqır. Hə bir gəlin, hə uğraşlar bir gəlin falan. Belə. Sən onu döyürsən. Dirsək də məndə dirsək də məndə plus 2-dir də. Dirsək nə burada? Mən Mən plus 2 alırım. Şeydəyəm, belə Sən plus 8 ilə bu dəqiqə intellekte boş. sıçdın ağzıma onun ya zaten. Hmm. Hə. Amma bura Birini yalan danışdığına qorxulur, birini bilmək istədə bilir plus 2. Hə bura. Sən prosta talpa meyvəsindən indi işlətdin deyə bir dənə fate point xərclə. Nə qədər qaldı? 2 dənə qalmalı səndə. Mən nə tərcihim burada görsəm şimdi. Prosta okey ki, mən onda şey eləyəcəm. Mən Hə, cətdim. Betboy şeylə. İşte tamam. Hə. İşte sahib. Ne diyorsun indi? Bəli. Sahib görür ki, bunun qəşəng klonlu meyvəsi var. Fərasətli uşaq imiş. Yəni belə maraqlı gücü var imiş. Gəmidə lövbər zadı qaldırıb eləməyə adam çatışmır elə. Bu 3-4 nəfər ola bilər də ən azı. Yəni şey eləyərik. Məncə bunu Yox. götürək komandaya. Abi. Komandada görürsən- ləlöyün İşlədərik. Görürsən ki, bir dənə qız gəlir əlində podnesinə belə. Belə deyir. Göş. Bu yenə gəlib. Üf. Uşaqlar. Sahi, qəhrəman. Ha, Mən skilllərimin arasında temanı tutma bacarığı ən yüksək. Hə. Mən belə baxıram ki, bu həmin o bizim komandaya götürmək istədiyimiz qardaş o qədər nətər qalır ki, özün bizə sırıyır da konkret. Burada sahib də ağzından suyu axır. Bu dəqiqədə dirəşib ki, özünə komanda qurmalıdır. Yoldan biri qıçın qaldırıb desə ki, oh my god, nə bilim, yol qırağa mən də gedirəm, onu da götürəcək ya. Abi normal fikirləşdilər, üstünə pox atıblar. Onu komandaya götürəcək, təmizləyərsən o pox gəmidə, yox. Abi, bu arada Pox demir, bu pis var. Pox atılanda bu talpa 4-5 nəfərə bölündü. Deməli, o pox sadəcə birinə düşdü. Qalan 4-ü təmizləyir. 4-ünü götürə bilər. hə. Nə fərqi var? Bu kopyanın məntiqi ondadır ki, kopya bölünür və hamısı hansı təcrübəni yaşayırsa, əsas bədən o təcrübəni götürür də. Abi klona çıxır deməli əsas bədən də poxa bölünür, onsuz da. Eləsin də. Məncə burada bizim Noxu qardaşımız öz üzərini yox,
klonun üzərindən şey deyib. Deyib ki, klon batıb. Bu batıb. Bu arada Batan olur da. Aa, sənin burnun çox böyükdür ya. O iyi. Onda Sən nə dəqiqə edirsən? bura elə şey Səni- yoxdur. Hə. Bax, Robinin də qolları uzuyurdu da, bir klon yaradırdı. Amma onun zərbə gələndə fiziki qoluna özün qolda şey eləyirdi, zərbəni götürürdü. Bunun istər-istəmə pok Hə. üstünə gəlirsə, deməli bunun üzünə də gəlir həmin pok. Gəlir. Yox, yox, da onda da Məntiqli. nə əsqat. Yox, məntiqsizdir, çox məntiqsizdir. Ulan sən- Mən- Alonso o şey karakterin cındırını saxlayır. Abi buna gəlir. Ondan zaten o satdım ki, mən pox deməsin. Ondan zaten ki, pox deməsin mənə. Abi sənə prosta 5 nəfərə bölündün, amma o bir dənə ortada qaldı da adam. O qalanı dəydi də. Təmiz gördüm. Deməli abi. Dəyəndə bəy. Bosu, dəyəndə Gəlir deyir ki, bu kim döydü? Kim gəlir? Bir dənə dedim ha qız gələrində podnislə gəlir ki, Hə. elə kim döydü? Avay. Qəşəng Mən qızdır döydüm, amma. olca. Halaldır. Mən Bu gün döydüm, içkilər olsun. Sən pulsuzdur bu gün. Bu zəhrimar mən Allah. buradan yəni gəlib. İşçilər məndən bələt. İşçilər məndən hamıya. O qədər də demədik, sakit ol. Sənə dedim pulsuz. Hə. Okey abi. Canan sən hardasan bu arada bunlar yaşananda? Mən orada Ha, bu kuxunada. mətbəxdə bir dəqiqə Sən sözümü deyim. mətbəxdəsən, hə? Mətbəxdə yemək hazırlayıram Okey qonaqlara. abi. Sən də mətbəxdə yemək hazırlayırsan. İndi usta gəlir. Usta da şey tabi. Nə olsun? Jeff. Zef. Yox, Jeff. Bu Sabot da. Bu Jeff'dir brat. Başqa adamdır. Ha, Jeff. Gəlir. Zefin dostudur. Zefin dostudur. Gəlir. Ailəvi dostu. Nemo masa altı 3 dənə balıq istəyir. Təcili. Təcili brat. 2 dəqiqəyə hazırla. Hazırlayıram qardaşım. Hazırla brat. Gözləyirəm brat. Usta baş üstə hazırlayıb verəcəm. Kimdir? Qəşəng brat. 2 dəqiqə vaxtım var brat sənin də. Yəni əl bacarığınla istəyirsən bir dənə at mənə. Əl bacarığı neçədir? Qəhrəman səsin gedir brat, bilmirəm. Abi əl bacarığın neçədir əl bacarığı? Ha, əl bacarığım 3-dür əlbəttə ki, neçə olacaq? Okey, qəşəng. Atıram sənin üçün. Mənim 1, o da ki 2. Okey. Abi biz sən nə edirsən? 3 dənə indiki vəziyyətdə brat. Tavavı işlətsən işlətmirsən. Tavam var, amma işlətmək istəmirəm. Niyə İşlətmirsən bura. Okey. 3 dənə balığın abi ikisi çox qəşəng olur. Biri belə belə çox da yaxşı olmur. Yanır. Yanmır amma Yo, o yo, birisi yo. qədər yəni qəşəng olmur da. Elə bil ki ikisi zordur, axırıncı biri amma belə çox yaxşı. Belə olur deyim də, uşaqlıqda Sanci ilə bu əl bacığına görə şey eləmişəm, challenge-a girmişəm, mən udmuşam belə deyək. Bura. Yəni söz deyim, Bra, sən Sanji ilə O ayrı. o arkada olmamısan axı. Sanji gedəndən sonra Yox, gəlmisən sən bura. arkada olmamışam, amma uşaqlıqdan dost olmuşam da. Allah yox. olmamışam da deyirəm. Sən cəmsi kənd Bra, dostu olub. yox, Abi hekayəyə soxma da. Qaqa bir dəqiqə. Eşidin. İkimiz də Zefin restoranında işləmişik də o vaxtları. Canan, sən Olur ki də- danışırsan bu dəqiqə, brat. Sən Arlongun tayfası dağılandan sonra qaçıb gəlmisən Barakəyə. Arlongun tayfası Başa düşdün dağılanda mü? artıq Sanji zaten Hə də şeydi, ayrılmışdı Barakədən. Düz, hə. düz. Amma 3 dəqiqə şeylədim burada indi. İtizdirdim bir zaman. Sən Kənan dəqiqə fikirləşir ki, güclə bağlarla götürüb başlayıb bir bəhanə quraşdırmışdım. Komandaya soxacaqdım özümə. Altın vurdum deyir burada. Evet. O da alınmadı. İndi altın fikirləşdirdim Sən niyə görüş burada oldu. özünü yəni şey deyirsən? Mən Sanjinin nəsə sən özün şeylə də brat. Özün nəsə tepki. Qaqa sən Sanji'yə görə tanınmır. Sanji onsuz da özünə görə tanınıb ortalığa çıxa bilmir. Yox. Heç nə brat. Ortalıqdan sancı, ortalıqdan sancı. Deməli, qardaşım, mən bunu hazır elədim 2 dəqiqənin içərisinə. Düz 3 dənə balıq bişirdim, ikisini super bişirmişəm. Birini də orta babaqda yandırmamışam, amma orta babaq bişirmişəm, qızartmışam onu. İndi verirəm müştərilərə. Ver. Görək Afisant müştərilər nədir? Yaxşı da afisant kimdir? Qızdır. Afisant qızdır. Müştərilər də biz idi Afisant hə. qızı idi. Amma sənə deyən o birisi aşpaz idi. Yəni başqa aşpaz idi. O da Hə, başqa işlərlə ay məşğul sağ ol. olur orada. Heç yaxşı Ay ver sağ görüm ol. nə deyirlər başa düşmürəm. Mən verdim o aşpaza. Balıqlar hazır. Üstün, Qıza tamam. verdim balıqları bu dəqiqə gətirir. Balıqlar hazırdır, usta.
götür. Sən də bax, gör necədir. Bəyənirsən, bəyənmirsən. Abi deməli, Gəl götür, gəl götür. abi deməli gətirirlər balıqları, verirlər qoyurlar masaya. Masada 3 dənə marin var deməli bura. Marinlərdən biri şey deyir abi deməli. Yeyir balıqları belə yeyirlər belə. Qəşəng. O sənin o yaxşı hazırlamadığın balıqları. O da deməli bir dənə marinə düşür. Onlar qanibaldılar. Niyə özləri balıq yeyirlər? Marinlər brat. Dənizçilər deyə marinlər nə əlaqə? Abi fishmenlər özləri balıq yeyirlər. Siz Abi elə bildim dəniz qızları deyirsən, sən marin deyəndə. bura onlar Dəniz da qızları. özə Kənan şeydir. Qəhrəman özü əynində vampir köynək geyinir. Yapısı bu da. Yox. Adam yandıran bir nədir? Adam yandı. Tayfanın ən yanlığı mənim fikrim qızlar dedi. Kənan bir dəqiqə süperlərini yemək fikrini olur. Abi işte götürür belə. Abi şey deyir deməli yeyir. Bu nədir? Bu poxdur. Bu kim pişirib bunu? Bu nədir? Abi sənlə gələr çünki bayaqları Utanmırsınız. Mən boyda dənizçi, mən dənizlərdə ömür çürütmüşəm. Mənim qabağıma qoydunuz. Utanmırsınız ha? Elə sən Astakka, abi qulaq as görək. Biz sənlə görəsə o yemək poxtadır. Çünki bayaqları tayfaya özünü soxmaq istəyən əməkdaşın özünə poxt döşəndə yeməyin üstündə dağılmışdı. Ay onun. Bu da bizə şey, aşpaz da bizə soxur ki, mən yeməyi bişirə bilirəm. Nə bişirsən azar yeməyin üstündəki poxu görəmirsən. Elə bilsən mən tutmamışam temalı. Mən səhərdən qıraqdan bütün hadisələri analiz edirəm burada. Bir saniyə. Abi sən də o boyda burnun olar, qılınc balığı olsan, sən də yeməyin içini görməzsən. Abi sözünü sən elə deyəndə dururlar üçündə. Sən kimsən ala? Mən yeməyi Soxurlar vermişəm. Bir dəqiqə, ayda, duymadınız bir danışıq. Mən yeməyi verirəm. Prosta o bayaları pok atanda gəlir şeyinsə balığın içərsən. Sən gəlirsən bura. Yox, mən gəlmirəm. Afisiyanta verirəm mən. Mən aşpaz deyiləm. Qulaq, sən afisiyanta verdin. Getdi, amma sən bu Nə verdin? yemələri falan eşitdin oradan. Sən də tevə. Yaxşı. Ay sağ ol. İndi gözlə. Mən orada Sən şey eləyə bilərsən. Mən orada bir boşluq tapmışam. Başladı deyə dedi ki, bunun yeməyində zaten pox var idi falan. Onu eşidib əsərləşib gələ bilərsən yəni. Hə, indi gör nə deyirəm mən. Hə, eşitdim. İndi burada bir şey var. Biz məsələn indi sahiblə komanda adam axtaranda o bizə dedi ki, təkidlə dedi ki, mən master class aşpazam falan filan. Sən əslində master class aşpaz olsaydın və bizə dediyin kimi özü tanına bilsəydin, o yeməyin içindəki poxu sən elə təmizləyə və yaxud da onun dadını elə öldürə bilərdin ki, biz onu bizə əməkdaş onu qəbul eləməsin. Ay qardaş, birincisi fərq eləmir. NPC deyilsən, biz gözlə. Sən də komandanın başqa üzvüsən, sənə qatılmamışam. Brat, Canan, bir dənə qulaq as mənə. Sən bunları, sən gəlirsən, brat, gəlmir Kuxnadasan yoxsa? Mən Kuxnadayım, xəbərim yox. Sən Kuxnada niyə danışırsan, brat? Ya gəl orada danış, ya da ki, brat, Kuxnadasansa, yəni deyirəm, nə edirəm də karakter olaraq? Yox, bir saniyədə mən Qardaşım, kişi sən gəl bura. Bir durun. Hə, bir dəqiqə sakit olun, görüm nə deyirsən. Bax, yeməyi gətirir, baxırlar görürlər ki, yemək içərisində pox var. Mənə çağırırlar ki, yeməyin içərisində pox var, yox abi. Sadəcə yeməyi bəyənmir deyə elə deyir. Bu aqil deyir ki, yeməkdə pox var. Başa yəni. Aqil şey eləyir, o pox sonra aqil atdı ortaya. Hə. Aqilin adına getmə, brat. Qardaş, siz yaddan, qardaş, mənim ən güclü taktikalarımdan biri də təhrik eləməkdir. Mən ara qızışdıra bilirəm. Mən səni bir dəqiqə qızışdırıram və sonra qızışdırmaya da gedirsən. Mən o qaqaşı burada oturub şey deyərəm. Gəlirəm. Mən gəlirəm. Gəldin, brat. Gəldin, indi aqil ordadır da, denən söz mü? İndi yeməyi aqilə verməmişəm, marinə vermişəm. Amma aqil də ordadır da, baxırsın. Sən bilmirsən adını bunun, sadəcə yəni baxırsan ki, belə bir adamdır da yəni. Hə. Deyirəm, nə olub qardaş? Adım nədir? İndi cavab versin həmin adam. Hələ gəlib sənə şey deyim dəqiqə. Mövzu ondan ibarətdir ki, mövzu ondan ibarətdir ki, biz bura gələndə bizə deyilmişdi ki, burada dahi bir aşpaz işləyir və həmin aşpaz istənilən müxtəlif dadları bir-birinə gizlədə bilir. Deyilmiş. Safa görün. Al olmam, bir dəqiqə qulaq as. Bu NPC olan 3 marin var ha. Onlar yeməyə pox deyiblər. Onlardan biri.
Kənan Ay, onların üzərinə gedir. Sən niyə danışırsan? Bildim də. Mən də onu Mən deyirəm də, mən Murad. ay. Murad, baxır ki, bir dəqiqə o marinlərdən biri durur. Bir dəqiqə dayanın görüm. Çəkilin qırağa. Bir dəqiqə dayan. Mənim yeməyimdə pox var idi. Qəhrəman qalıb şey Pox danışır. atırsan yeməyimə. Mənim yeməyimdə poxun nə işi var idi? Mən başa düşmədim. Ay. Qəhrəman bir dənə gözlə bir söz deyirəm. Qadan alım. Mənim nətə izah edə bilmirəm. Mənim hal-hazırda obrazına girdiyim xarakterin ikinci ən böyük məqsədi təhrik eləməkdir. Yəni ana qızışdırmaqdır. Mən onu təhrik eləməliyəm ki. Təhrik elədin deyə zaten. Təhrik elədin deyə Murad. Marinlər əsəbləşib durdular ki, ayağa. Yox, mən onu demirəm. Mən onu demirəm. Uşaqlardan kimsə dedi ki, bu yemək yemi falan filan 3 marini yerindən danışdı. Hə, okey. Mən uşaqları boş ver. Mən səni Ara başa düşdüm. qılışdıramam. Bu komandada olmaq istəmirəm. Bu nədir? Təhrik edir ara. Abi mən bir şey deyim Murad. Sən nə? Mən bildim niyə görə 2 il sonra yoxdur bu komanda. Komanda yığılmayıb çünki. Okey abi. O marini saçmazsın. Mənim yeməklərim dünyada ən ləzzətli Deyirsən yemək. bunu. Hə, deyirəm. Marinka Abi, çıxardır. Mən təsdiqləyirəm. Mən burnum qoxusu yox bura bax. Marin Mən çıxardır təsdiqləyirəm. qılıncını. Mən Aa, təsdiqləyirəm. sən burnuma mən işte təsdiqləyirəm. pox kimdən istəyirsən sən orada? Yox, təsdiqləyirəm. Temas. Marin belə Burnu çıxardır poxdan başqa qılıncını, görmür. deyir ki, Bu da deyir burnu zordur. Oji təmizlənib, oji Bir təmizlənib. dənə qulaq asaq görək qəhrəman nə deyir. Bir Hə, dənə. deyir, Marin qılıncını Gəl bir dənə çıxardır. belə eləyək də dostlar. Qulaq as da. Bir dənə üzr istəyirəm. Mən belə bax. Mən Hə. də zəratağın yemək deməyinə ki, məndə ən gözəl yeməklər zərataq. Ay dostlar. Mən Dostlar, zərataq. bir dənə hamı sakit olsun. Bir dənə bir söz deyim. Kapitanınız mən olacağam da inşallah. Bir dənə hamı mənə qulaq asın. Deməli, İnşallah. oyunun aparıcısı var, qəhrəmandır da. Yəni qəhrəman yönləndirir. Qəhrəman kimlə söhbətə yönləndirirsə, həmin personajla Abi, danışır. xahiş edirəm, hə. Doğrudan personajlarımızda Onu cavab deyirəm, verin də, yəni. Tamam və deyin ki, Hə. Bəli, bəli. Yəni Mən digərlərinin personajında girişməyin söhbətə. hə. Bura Öpürəm. Marin Bir dənə Marin bir söz deyə çıxardır bilərəm. qılıncını, abi. Ya bir dəqiqə qulaq as. Deyim səhnə necə yaşanır orada Murad. Sən bunu elə deyəndən sonra ki, mənim heç kim heç nə deyənməz mənim yeməyimə falan. Marin çıxardır qılıncını, sənə tutur, qayıdıb deyir ki, bilsəydim bu yeməkləri balıq adam bişirir, mən ümumiyyətlə gəlib yeməzdim bunu. Hə, mən də götürüb o Bülbül. qılınc burnum var ha. Ondan onu vururam. Vurursan bura. İstəyirəm həmin marini. Hə, Sən o vururam. sofram desəydi daha zor olardı. Nə vururam nə də olar. Okey abi, okey. Deməli şey eləyirsən. Bir başa deşirəm, qarnını deşirəm elə bir başa. Qarnını deşirsən birbaşa. At Hə. görüm. Lap elə. Şeydir. Yo, yo, Neçədə bu? Sənin gücün neçədir? Gücdən atırıq bunu, yoxsa atletikdən atırıq? Məncə atletikdən atırıq. Atletikdən Səsin atanmazsan. getdiyə Kənan. Kənan, səsin getdi, mute elədin özünü. Ha, Murad üzrü say, Hə. elə bildim açıqdır. Hə. Hə. Mənim gücüm var, 4-dür gücüm. Atletik Vururam necədir? o güclə. Atletikdə 2-dir. Atletikdən məncə olmalıdır. Çünki sürətli şəkildə eləyirsən də onu. Hə, Okey. ikisinə də istifadə edirəm. Həm güc var, həm atletik. Gücüm olmasa- O qəşəng Murad. Sən eləyirsən elə qılınc burnumu soxursan elə birbaşa. Bəli, birbaşa burnumu soxuram. Heç Okey abi. texnikadan istifadə edirəm. Okey abi, sən Görüşürüz. soxdun burnumu buna. Elə bir bunun girdi içinə belə. Qaldı belə düşdü yerə. Aha. Sonra bu birlər də qılıncları çəkdilər. Siz nə edirsiniz bu arada? Siz qoşulursunuz döyüşə yoxsa çəkilirsiniz qırağa? Yox, Mən- hələ ondan Mən Qırağa. xoşum gəldi. Hə. Ya Mənim kapitan gözüm- olan mən danışım birinci. Hə. Ya Sən mənim kapitan xoşum da gəldi sənə bu. mənə bir yerdəsən. Hə. Deyəm də mənim kapitan mənəm. Açıq mənim xoşum gəldi bu adamdan. Çox Eqoist olur. ürəklidir, gördüm cəsarətlidir. Yəni Marina qarşı özə Celestial Dragonların olduğu adada falan, yəni belə bir hərəkət, yəni takşda qoşuluram bunun tərəfindən savaşa. Qəşəng. Siz də sən hə. Yox, Mən qoşulmuram. Mənim gücüm yoxdur. Mən ancaq qaradan yəni hə. tema tazamlarla. Sən. Mən Ara də qapanı oturmuşam da ver. içkimi kayfla içkimi içəcək bunları izləyirəm. Okey abi, tamam. Elə isə bura, deməli bu dəqiqə ortamda şey var deməli. 2 dənə marin var, sizdə 2. Deməli marinlərdən biri Murat sənə vurur deməli. Gözlə. Görüm necə Türkçə vurur. məsələ. Ola bir dənə söz deyim. Savaşa qatılmıram, içkimi içirəm, amma mən yanıma düşənlərə də təpiklə zatdan atıram da, arada şey deyirəm, o nədir? O nə bir yana şey deyirəm. Hə, okey abi. Marinlərdən biri Murat gəlir belə qılıncını çıxardır Murat. Sənə bir dənə şey yarıdan belə vurmaq üçün qoyur belə. Sən Mənə yox, sənə yox, Kənana.
Canan, sən Mən bir dənə deyirəm, abi. sən mənə bir dənə atletikdən istəyirsən bir dənə ata bilərsən müdafiə üçün. Görüm Yox, atletik döyüşdən istifadə edirəm. Döyüş. Sən nə etməsən? Bu qılınc şeyə gəlir sənə bu dəqiqə. Gülü nəsə belə tutursan ki, gücünlə şey eləyəsən onu. Yox, gücdən söhbət get. Nədən? Mən orada bilirsən nə edirəm? Əl bacarığından istifadə edirəm. Nə edirsən? Nə edirəm? Zərbəni elə bir tava ilə götürürəm. Bir dənə də əlimdə tava var axı. Hə. Tava ilə vururam bunu. Hücumun qarşısını alıram. Qılıncla hücum eləmir. Tava ilə alırsan. Hə, tava ilə. Əslində qəşəng deyir. Qəşəng deyir Okey, əslində. şey deyirsən, amma sənə vuranda sən belə tavadsan, tank tavaya da Aysan. elə. Aysan. Qəşəng. İndi sən mənə Qəşəng. deyirəm, sıra keçir indi sahibə. Valla bir dənə mən dalaşıram. Zər atmadı, bəs. Zər atmadı və tava ilə qarşısını ala biliyorsun. Yox abi, tava zaten Yəni deyəcək, 2 verir deyə. Bu da 0 vurmuşdu, onun üzərinə 2. Özü bir şey neytralladı bir-birini o da. Hə. Aha. Hə bura sahib sən nə edirsən də? Valla mən də heç mən də o biri marina vururam da öyle. Necə vurursan bura? Nəsə bir istifadə edirsən bir şeydən. Şey kimi Sınırsın. haki ilə vururam. Kağıza hələ istifadə eləmirəm. Okey, kağıza elə reveal eləmək istəmirsən, okey. Hə. Birbaşa haki ilə. Bilinməsin də yəni. Hə. Okey, gücün neçədir bura? Hakidən gücüm, ümumiyyətlə gücüm, hə. Gücüm ala 1-dir. 1-dir, okey. Ataq. Ala 1, o da üstünə 1, qəşəng. Hakidən də üzərinə, hakidən nəsə alırsan bura? Plus 2 falan alırsan. Standartdan zaten. Plus 2 yazılır da, hə. Hə, okey. Qəşəng. Plus 3 nə? Şey, Bir dənə observation haqqı ya. Plus 3 Qırmaq nə? Oxaya Hə. sərtləşmə haki. Mən burada şeylə role play-ni deyirəm. Necə öldürürsən Marini? Haki ilə vurdum. Özə sifətinin düz ortasından da burnundan vurursan ən zəif yerindən. Burnundan belə dam qoydum belə. Ya da yox, boğaz bu qırtlaq var, qırtlaq. Hə. Buradan. Abi, buradan qoydun. Bu getdi şey deyirsən, atlanır, düşür bura. Bilsən hara düşür? Bir yaxın qumar Ay, oynamaq o istəyən mahnını piratın söndürür masasına də. düşür abi. Aha, qəşəng. Qumar oynamaq istəyən piratın masasına düşür, bu da durur ki, kartlarım qan oldu mənim, Kim elədi onu? Sən elədin? Salam belə. Salam belə. Qardaş, üzümü sən bilərək olmadı. Gəl bura deyir. Okey abi, bu da Ya, girdi döyüşə. Onda onunla dalaşıram, hə, onunla da. Ya indi oynan dalaş. Hə. Ondan qabaq abi, o birisi Marin var. O birisi Marin gəlir sənə, ona elədiyini görən kimi gəlir sənə hücum edir abi. Deməli, görək. Bu da abi sənə Oğlum ama. 2 vuracaq. Özü bir dənə defend elə qardaşım. Necə? Abi sən necə eləyib? Yəni görüb ki, onu öldürürsən belə, əlində bıçaqla belə üstümə gəlir, yəni qaça-qaça üstümə gəlirsən. Sən üstümə gəlir. Hə. Eee Amma çox Ona üstümə gəlirsə- özünü itirib bu Yox. dəqiqə. yenə sərtləşmə hakisindən istifadə edə bilirəm, yoxsa başqa şeydən keçirmiyoruz. Fərqi Yox, yoxdur. sən bu dəqiqə özün müdafiə edirsən. Hansısa skilli seçib, yəni ki, özün müdafiə eləməlisən. Sən Aa, nəyin var? Ay bırak, mən sən bir söz deyim. Abi, bir O dəqiqə. adam əgər təkər vəziyyətdə üstünə gəlsə, sən də onun üstünə gəlsən, onun üstünə təkər keçəcək. Bu Abi. xiyar mən bunu öldürməyə gedəməm üstünə gəlsin. Şey də eləyə bilərsən, də kağız olub rulon da eləyə bilərsən bunu. Bükə də bilərsən. Ala mən bildim. Götürürəm Evet, nosunu tuvalet atıram kağıdı. qabağına. Nasıl necə atsala qabağına? Abi oturub da rahat, əlinə ilk keçən odur da, oturuyorsa bunu atıram. O da bu klonlaşır da belə, qoy buna girsin. Nasıl atırsan abi? Yo. Hə. Sən kapitana bax, indidən Necə? üzləri doğruyur. Nasıl nə edirsən bura? Mənə atır onun üstünə. Hə. Deyirəm ki, pul Hə, ver, sənə evet. görə mən pula görə dostlarımı satıram axı. Deyirəm içkimin puluna görə şeydə, nə deyirəm, pul ver, sənin üçün döyüm olar. O deyirsən o arada bura Abi, saata yana Abi adam Ha. bıçaqla, bax. Yusuf, Göydə adam edirsən. bıçaqla gəlir, mənə hücum eləyir. Son momentdə, mənə gələn momentdə mən səni atıram onun qabağına. Bıçaq sənə girmə ehtimalı var. Yəni sən o təkmil eləmə ehtimalın yoxdur. sən sürətlə. Vəşə sən mən niyə onun qabağına atsan ya? Bura, Abi çox rahat oturmusan. Niyə də? bura, bir dəqiqə gözlə Yox, sən. komandaya sən qoşulmamış qardaşım. ölür. Gözlə mən, sən gücün neçə idi bura?
Nosunu Yəni Yox, bizim sənin, bizim sahibin. Baba. mənim gücüm birdir. Birdir, brat, gözlə. Ha söz deyim. Mən bir də söz deyim. 3 haqq. Nosu Don Quijote'un şeyindən də nəslindən də düzdür. Onların bədənləri dözümlü olur axı, hələ mənim əzilmirlər. O kişinin başı kimi məsəl üçün. Məndə Ay, dirsək var axı. Dirsəyimi tuturam qabağına verir, dirsəyimə sağ dəyir ona qırılır. Bunda fate Bir points dəqiqə, var. brat, bir dəqiqə, Yusif. Sən, yəni sahib səni götürdü, atdı belə. Yəni sən okeysən də ona, hə? Ha, atam momentdə dirsəyimi tuturam şeyə, o Ha, dirsəyi okey. ilə də bıçaq. Okey abi. Okey. Bir dənə bir söz deyin zəhmət, bir şey qarışdırmayın. Onun nəslindəkilərin bədəni zirək kimi bərk deyildi. Dirsəyi Hakimi bırak. işə salanda digər Ada hakimi işə aşağıda salanda onlar. Ədə hakim hakimlərini işə tutulacaq. salanda. Ay, O Yusuf, səni Hə, elə bir hakim. momentdə atır ki, o qılıncın qabağına. Sənin hakimi yada salmaq bir variantın olur. Onu Yo, demək. yo, onu mən demək. o qədər- Ola bilər. o qədər- Ya, məsələ odur ki- işlər sala bilər. Nosun hələ Niyə hakim ki- yox, öyrənəcək. Dirsəyi okey. Niyə abi. ki, öləcəm səni. Görüm. Yox, Sən hələ də öyrən. brat, pol nə eləyirsən abi? Gəlir belə bu şeydir, dirsəyə və qılıncı belə vurur, qılıncı qırılır bunun belə. Bu da qalır ki. Qırılır. Siz nəsiz Nə hə? oldu, nə baş Bu nə? verdi nə? Biləcəm. Bu nə deyə metodu çəksən? Logik olun ha biraz ha, живой olun. Abi, okey. Mən də qayıdıb Amma Nosya görsən deyirəm ki, qaqa səndən xoşum gəldi. Bəlkə komandaya qatılasın. Kənan, Biraz pis çıxır. sıra səndədir bu dəqiqə. Sıra səndədir. Görürsən ki, bir dənə şey, bu biyaxçı qumar oynayan pirat. Qumar oynayan piratda belə yekə cüssəlidir. Bu sahibinin üstünə gəlir. Bu birisi Qaqa, də mən araqdan hamını öldürdüm. Qulaq, 3 qulaq. nəfər var, 3 dənə mayındı mənim. Qulaq da pirat gəlir sahibinin üstünə. Şeydə görürsən ki, deməli, bu birisi marində panikaya düşüb, qılıncı qırılıb falan belə qalıb ki, bu nədir? Nə bizi belə düşdük falan. Nə edirsən, brat? Nə edirəm? Qardaşım sən o seycah mahnısı kimdən gəlir? Qaqa, söndürün nə olmaqını. Mən bilmirəm kimdən gəlir. Bildim, tavernadasınız. Da belə də yoxdur. Hə, brat. Ayağı mahnı var. Taverna kayıfdadır. Uşaqlar, Hə. Kənan, nə deyib bir də. Gəl, bir də Coşuyoruz abi. Qardaşım, bir də bax, belə. görürsən ki, sahib ordadır. Sahibin qabağında Hə. Yusif var, belə dirsəyi ilə tutdu, bu qılıncı qırıldı. Bu qılıncı qırılan marin belə şeyə düşüb, bu dəqiqə ki, ayına baş verdi falan. Mandarajlat. Digər tərəfdən də o pirat var idi, bir qumar masasındakı pirat. O da Hə, əsəbləşib rage atıb gəlir bu dəqiqə sahibinin üstünə. Sahib deyəndə şeyin zor oğlanın, hə. Mən nə edirəm? Bir saniyə deyim. Sən nə edirsən? Mən hazırda nə edə bilərəm deyim. Hə, de. Sən hələ Hə. yeməyə dilişmirsən. Sən ən Yox, zəq yox. yeyəni yeməkdir. Mən division eləyirəm, brat. Nə idi bir şey? Özümə Division- division eləyirəm o pirata. Deyirəm ki, bu Burak, hə. Burak dostumdur da bu mənim. Əvvəl bir yerdə olmuşuq. Sonra mən sənə hörmətini eləyərəm. Mən sənə demişdim bunu götürməyən komandaya. Mən sənə demişdim bunu götürməyən komandaya. Göy qurşağına döndərəsən komandanı. Bu nə diviziyonyadır bura? Biz bir yerdə olmuşuq. Yox be. Əsgər yoldaş olmuşuq. One Piece-də belə bir şey yoxdur. Okey. Evet. Tamam. Bir dinləyə bilərəm. Səni kapitan bilib kapitan yerinə qoyanı. Bir yerdə olmuşuq deyirsən həqiqətən. Səhv dedim. Brat. Division yox, empatiya bacarığını istifadə edir. Həqiqətən. Empati qabağındakı Ha, başa bu- düşməyə çalışırsan, Bəli. brat. Bəli, bəli. Qabağındakı əsəbidir. Başa düşdün. Sən də səbirləşsən qoyuruz bir-birimizə. Kənan, O sənə soxur, sən ona soxursan. Döyüşün ortasında uşaqlar gəlin biraz empatiya quraq. Bir-birimizi başa düşək. Belə bir şey. Abi Şey eləyirik. adamı Meditasiya. şeydir, nədir? Adam öldürüb orada marini öldürüb. Deyir gəlin empatiya quraq. Brat, sən bizə Şey, nə edə bilərsən? Gözlərimizi Sən- yumun. sən- brat. Sən Meditasiya. bu adam zaten yəni ki sahibin üstünə gedir. Səni görmür deyə. Yəni ki situation aspektdən plus 2 götürüb tava ilə başını qoya Situation? bilərsən tam gedən yerdə üstünə. Elə bir şey eləyə bilərsən. Eləyim də Aysal tava ilə. Tava Üstünə tam gedər. belə gedən yerdə tava ilə belə tak qoyursan yəni. Onu eləyə bilərsən. Aysal.
Gəlsən ataq onu, Dur. onu ataq. 0 gəldi. Nə qəşə gəlir ola? Mənfi falan gəlmir belə ki. 0 gəldi burada, amma ki situation aspektdən plus 2 alırsan, tava sənin stantın idi, düzdür? Oradan da Tava? 2, option 4-dür də burada. Hə. İşte bu adam başına belə tavanı belə dank belə yıxıldı yerə bu. Pirat yıxıldı yerə. Heç nə. Mən qayıdıb deyirəm ki, malades. Keçdi sahibə keçdi. Sahib. Vurun Neysə, öldürün vurun. də qadınları. Mənim nosunu tutmuşam belə. Hə. Kənanı elə görəndən sonra nosunu buraxıram beləsə, deyirəm halaldır sənə. Bir 5 vur. Bir Bəlkə bizim Marin komandaya qoşasan. Yox, bura sənin də bir- çaşmazlığın var ki, sən yeri düzə görəndə deyənə bilmirsən. Abi qılıncı qırılmış Marin var orada. deyəsən. Qılıncı qırılmış malum. Hazır çaşqın vəziyyətdədir, vururam onu. Qəşəng. Vurursan, gücün neçədir bura? Gücüm 1. Mənfi 2 düşdü. Hala özünə hörmət elə. Bir güzə kimi vur. Jackson kimi oluram. Öyle vururam, sonra belə eləyirəm. Mənfi 2 düşdü bura. Bir dəqiqə gözlə. Ala, sənin də gücün 1 də olsun, lap mənfi 1. Bir aspekt falan bir şey Aga, oynamaq yox. istəyirsən bura. Aspekt şəhnə malin olduğumu ortaya salım. İstə onu ortaya sal bura. Yox, yəni o malinlə döyüşürəm də, yəni o məni nəsə eləyəcək. Yəni də. Gələcək. Amma bu Marin biraz şeydir də bura. Bu dəqiqə heç bir şey yoxdur, aspekti falan yoxdur çünki sıfırlanıb da. Reset edib buraxıblar. Yəni bir də Ya. qılıncı da qırılıb, özü də belə şeydir belə. Yəni Ha. Gəl bunun belə sinindən dostca tutum deyim ki, sən nə var? Elə olan olub, keçən keçib, gəl məsələni sülh yoluna həll eləyək. Yəni, okey bura. sən bizi görməmsən, biz səni. Sən bir dənə Divisioniya at mənə. Divisioniya neçədir sən? Divisioniya nə idi? Bax burada Abi, adlar mən məndə başqa uyum cürdür. yazmışam, uyum. Uyumu yazmışam, Hə, ondan sonra uyum. dəyişib Divisioniya elədim. Hə, uyum 1-dir. Yəni burada mən də Abi mən dəyişim. uyum eləyim. Abi bir dəqiqə gözlə. Mən Bəd, division bəd, yeyəndə bəd, pis bəd. istəyəndə yaxşıdır. Okey, Millət okey. gözü. Bir dəqiqə, Belə yazın olmaz artıq. eyni. Yenə mənfi 2 düşdü Murat. mənfi 1 nə? Heç bir Hə. hə. Ay, Abi, kapitan. Divisioniya zad heç şey yaramır. Mən Heç nə abi, dalaşırıq. Abi heç nə qayıdıb belə deyir. Siz gözləyin. Hamımızı tutturacam sizin deyir, qaçır abi. Bu qaçır bu dəqiqə. Nəsə eləyə bilərsiniz Yaxşı. qaçan yerdə. Bayaqdan mən 7 Divisioniya zad eləyirdim belə. Qoy qaçardı belə. Hə, Kənan, qaçır bu dəqiqə. Nəsə eləmək istəyirsən, Aqil ya da sən. Yusuf ya da sən, nə bilim. Nə tər? Yusuf kameranı aç da. Marin qaçdı ki, başqa marinləri götürüb gətirsin, daha belə çox marinlərlə bizim üstümüzə hücum eləsin. Kimsə atış Mən məncə komanda tez bazar yığıb gedir də. Zoroğlan deyir ki, gəlin qaçaq. Tez buralar dolacaq bir dəqiqə marinlə. Bizə lazım deyil, başlayın. Ha, okey, Bizi qaçma. yığıb götürür Onu özünə. qoyursunuz qaçmaq, okey. O qaçdı, onda getdi, okey, tamam. Hə, Qardaş, mənim üçün problem deyil. Abi, Onsuz da qaçsa belə mən zaten o- rüşvət verib onu susturacağam. Tavernanın o ofisantı qız var idi. Deyir ki, çıxın rədd olun burdan. Bu dəqiqə marinlər gələcək hamısı. Şeydir, Kənan sən Ha. deyir ki, şey deyir. Sənin adın nə idi? Nemo. İşdən qovuldun. Hə, bəli. Dedi, Nemo, əlvida. Sağ ol, belə eləyir. Ay sağ ol. Mən də rədd olub gedirəm tabii. Bir dənə nəzərinizdə onu saxlayın ki, mənim resurslarım geninə boldu. Yəni istənilən marin gəlsə mən o rüşvət verib onu yola salacağam. Sən qalırsan onda, bura bunlar qaçırlar. Mən vecimə də rəqəş mən qalıram. Mənim onsuz da tema mən onlarla aramı qəşəng tutub əlaqələrimi gücləndirəcəm. Məsələlər hamı qaçır. Yo, niyə ki? Okey. Ay bırak mən Aqil araşdırmaq müstəqil istəyirəm. oynayır abi. Acan. Aqil komanda ilə yox, oynayır, yox, müstəqil oynayır. Yox, söz deyirəm. Hamı qaçır ki, komanda qurulsun. Bu qalır orada nə vaxtında qalasın Bura. orada, ha? Siz başa düşmürsünüz. Mən kəşfiyyatçıyam. Mən kəşf eləməliyəm. Mən oranı araşdırmalıyam ki, Yox, bunların sən- zəif yeri yox, yox, harada, yox. hara deyil. Sən bəs bizimlə gəlməlisən. Bir müddət komanda qur, yaxşı. Komanda necə nə vaxt qurulursan, komanda qoşulsun. Murat, yəni mən Sonradan. normalda komandadan ayrılıb nəsə eləyirəm falan, yəni çox tərəfdarı deyiləm, yəni nəsə oyunçu ayrıca bir şey, ayrılıb başqa bir şey eləsin. Yəni bu vəziyyətdə heç deyiləm. Çünki Murat bunlar qaçırlar. Böyük ehtimal gəmiyə minib çıxıb gedəcəklər. Sən qalasın orada, Murat, nə edəsən?
Məntiqsiz bir şeydir. Hə. Allah qulaq asmırsınız da əvvəldən. Əvvəl sual versən ki, Marində olan qaçır, sən niyə necəsən? Sual nə edəcəyimi deyirəm, qulaq asmamış keçirsiniz başqasına. Qardaş, qulaq as, sənin kapitanın bu dəqiqə döyüşə qarışıb marinlərlə bir yerdə. Və bu dəqiqə kapitanın qaçır. Sən niyə qalırsan orada? Amma deyirəm də kapitan qaçmamış sual verdiniz ki, Marin qaçır, niyə edəcəksən? Hə. Mən də dedim ki, Marin qaçır, qaçanda onsuz da mən ona rüşvət verib onu saxlayacağam. Sən rüşvət verib saxlayırsan Marini? Qaçan Marini. Hələ mən rüşvət verib saxlayıram, plus da məlumatları alıram ondan. Mənim kapitanım niyə qaçır? Qoydu mənim kapitanım. Bilir ki, onsuz da onun ən yaxın tərəfdaşının əlində gendə bu resursu var. Tamam, at bir dənə atletikdən görüm çatırsan ona qaçan yerdə. Ay, mən neynirəm onu qaçmaq? O qapıdan çıxmamış mən onu tuturam onsuz da. Onda okey, qaçır at, çağır yəni, çağır gəlsin. Mənim atletikim 1-dir. Mənə lazım olacaq orada resurs, resursum da ki yaxşıdır. Okey abi. Allah köhnədə tələsin yer. Bir dənə okey. Bu Anı onu dəqiqə elə. səhnə bilsən nədir bura? Bu Marin yəni qaçır, çıxacaq indi. Sən nə edirsən? Pul verirəm. Ha, o Marin qaçsın. Marin qaçandan onsuz da mən onun qabağına bir dənə qızılın səsini eşidən kimi o dayanacaq. Onlar qarşıda Qızıl bilmirəm səs. hansı. Şey eləyirsən belə, qızıl səsi çıxardırsan belə. Allahədə yerə düşən külçə səsi eşidən kimi onsuz da dayanacaq. Onun variantı yoxdur. Okey, at yerə külçəni bırat. Öpsə mən külçəni atmışam o dayanır. Mən üçün başlayıram onunla danışmağa. Resursun İki. neçədir? 2 Dayanmadı. İki. Ataq görürük. 0 düşdü bırat. 2-dir, yəni üzərinə də 2 gəldi. Heç nə bırat, sən atdın külçəni yerə. Amma ki, Hə. yəni şey eləyir bırat. Nəsə eşidir ki, yerə nəsə düşdü. Nə Yerə düşdü? nəsə düşdü, amma o paniklə başa düşmür yerə nə düşdü bırat. Qaçır. Qaçır gedir. Qaç. Tez elə atletikdən istifadə edir. Yəni atletik var məndə. Atletik 1-dir. Hə, bırat. O tərəf demə. Yusuf, Güzel kameranı atdı. aç da qardaşım sən. Yer çöldə fırlan. Gözümdə şöyle. Hə, Qırış. Tez elə. Lütfen bilməsi işləmiyorum. hə, bırat. Deməm, mənə görüm nə edirsən. Maksimum mən onu təhrik eləyə bilərəm sözlərlə. Arxanıza qışqırıb təhrik eləyə bilərəm. Bırat, qaçdı getdi, vəsə dayı. Təhrik yerində biraz pis çıxır, biraz. Sənin turun Türka qaldı, verdi. qaçdı getdi. İndi başqa Kənanla Yusif sahib nəsə eləyə bilərlər bunlara yaşanan yerdən. Alay sadadır, dur qaçırlar da nağarlar olar. Okey, bırat, sən də nə edirsən? Qaçırsan? Bilirsən, Yox, niyə deyirəm, biz qaçırıq? qalacam orada. Okey. Çünki biz bölüşəndə o kömək eləmədi. Biz də qaçırıq. Okey abi. Sən qaçırsınız, qaçdı çıxdınız tavernadan. Tavanı da çıxmışıq, uzun gedir Aha. ya. Gəmiyə Bırat, sən tavernaya Lufin gəmi. sən gəmiyə çatanda yadıma düşür ki, sən külçə yerdə qaldı, götürmədin. Mən deyirəm ki, siz yedim, mən külçəni götürməmiş ora mirən deyiləm. Gözləyirsiniz burada Aqili. Deyir, yol Yox, gözlə. qaçan yerdə tutub bağlayırıq Aqil da qapasını. uşaqlıq dostumdur. Belə şey olsa da belə nə deyirlər ona? Sınır olsa da götürəcəm. Gözləyirik onu. Necə deyirik? Biz şeylə, Naxsu ilə adı nə idi o? Gözəl yox, bura bax, gözə söz deyim də. Gedir, bu gedir. Biz bunu buraxırıq. Gedir, deyir mən gələcəm də çatacam çiləyə gözləyim. Gedir, qayda Mamet qızlı külçəni götürür. Amma qaydında dalınca bir 100 dənə şeylə Marinlə qayıdır. Biz də gəmiyi tez xoda salırıq. Hə, bura. Qaçır ki, tez- salırsınız, hə? Ay sağ ol. Hə, qaçır ki, bəs Nosu, tez olun bir da tez dənə olun. onunla Nosu, bir də ona bölün, bir dənə lövbərlər zadı sal elə. Okey abi, tamam. Yo, niyə? Niyə bölünüm ki, Mən şey bir dənə bir dənə bir sual verim də. Nosu belə deyim, Nos'un kopyalarının həddi artdıqca Nos'un IQ səviyyəsi düşür yoxsa olduğu kimi qalır? Düşür. Azalır. Azalır. Sən hansı beynindən Nos'ya iş tapşırırsan onda? Abi, Gülməlisi odur da la. Bir dənə yəni şey verir də, bir dənə komanda verə bilir sadəcə. Bir dənə sözlə bir şey. Lövbər. Hə, getdim lövbərə, başa düşdün? Hamısı lövbərə gedir. Yəni 2-3 cümlə falan deyəndə o baş gedir. Başa O düşdün? deyəndə Ay gözlə. Bir şeyə baxmısınız pox-poxa maçda. qarışıb. Maçda Ay, orada gənclər. ona çox Pox-poxa qarışıb orada. danış. Hara gedirsə gedək. Bu günlük bəsdir. Ya buradan çıxaq. Oradan çıxın abi. Çıxırsınız abi demək. Gəmi içində pox-poxa qarışıb. Bu da durub Nos'ya deyir ki, komanda yarat ki, gəmini tərpət yerindən. Abi, gəlirsiniz demək. Gəmini kim sürür bu dəqiqə?
Rəqəmə. Gəmini Sən sürürsən, okey. Kaptan. Sürüş qabiliyyətin Kimin necədir? Allah. üstünə qabiliyyət var? Sən gəmini hara Sürüş sürürsən? qabiliyyətim. Gəl ala kapitan. Gəmini sürmək məndədir. Ay kişi, gəminin Sürüş xəritəçisi mənəm. Allah Ala kim? sən xəritəçisi idin həm də. Sən bu Ha. vəziyyətdə sürə bilməzsən. Çünki sən zorla Ha, son düzdür, dəqiqədə düzdür. gəlib minəsən gəmiyə. Sən qaçırsan. Ay sağ ol. Ay Lüləndam. Mənim adım Loğman Namiküdür. Nami. Yəni mən bu gəminin xəritəçisiyəm, istiqamətçisiyəm. Bura. Aqil, niyə qulaq asmırsan? Bax deyir ki, Yaxşı eləyirəm. sən qayıtmısan pulun dalıyca, qızılın dalıyca. Biz gəmidəyik, sən Gəmi- yoxsan. Gə- Sən gəlib Gəmi sən gələndə qədər artıq o da düşməlidir. Hə. Kodlama Ay çox lazımdır. xoda salmalıyıq. Eləməliyik, sən son anda atlamalısan, ondan sonra şturvalı sənə verə bilər. Elə bir şey olacaq abi. Hə. Düşdü? Okey. Ha, İndi bildim. hal-hazırda da mən sürdüyüm üçün də məndə də sürmə qabiliyyəti sıfırdır, yoxdur məndə. Uşaqlar, sizə yazığım gəlir. O xiyar olsa bir şey sürə bilmir. Foxçuyla Abi. qoyacaq gəmini. Bərabərədir deyə. Deməli, şey eləyir. Bura sən də istəyirsən gəmi görürsən ki, qardaşım, tam belə sən gələndə çox biraz aralanıb da öcə bura. Çox riskli bir yerdəsən bu dəqiqə. Bir də atletikin neçədir sənin Aqil? 1. Birdir. Gedək ataq görək sənin nə olur, nə baş verir. Ola 3 ha. Biz rismi. Bura. Qoşun. Ayağımı qoyursan belə atlanırsan düz gəmiyə bura. Düz gəmiyə. Ucundan yapışırsan belə sən. sən. Ucundan yap. Gəminin ucundan yapışıb etsən şeylə, rəbərinə. Orada belə deyir. Sür getdi filan. Heç nə. Ala gəl özün sür, mən sürə bilmirəm. Bura. Mən də onu Nəysə, şey deyirsiniz, gəmiyə oturursunuz və başlayırsınız sahildən Yola. çıxırsınız, uzaqlaşırsınız deməli. Yavaş-yavaş destinationa doğru gedirsiniz. İndi istəyirsiniz gəminin içindəsiniz bu dəqiqə. Gəmidə bir şey eləyin, bir-birinizi tanımağa çalışın falan. İzas. Hə. Hə. Yığılın yetin çərə. Əziz dəyərli dostlar, sizi bura yığmaqda məqsədim, əslində belə bir məqsədim yox idi, amma təsadüfən indi bir dava oldu, hamımız ora qarışdıq elədik. Bağışdan olsun, səni Marinin qabağına atdım. Bundan görə sən nələr çox hayf Sən də unutma. Hə. Abi adam da, bağışla qardaş, adı da bilmirəm. Sənə də Marinin ən qabağına yem elədim. Üzürlü sahibsin. Yəni gözlə bir dənə mən haralıydım? Krallığın adı nə idi? Yadından çıxdı şey. Kano. Hə, deyirəm ki mən Kanolun Nosya mən. Lap yaxşı Nosu bağışda da belə bir şey alındı. İndi bizdə bir yeni qurulmuş bir pirat gəmisi idi, yəni. Nə gəmi, nə danışırsan? Səndən kapitan olar. Mən ancaq özüm kapitan ola bilərəm. Sən kim? Bu niyə belə borcu deyə qədər? Mən deyirəm axı dostlarımı da sataram. Çox Evet, da deyəm olsun. də ortada sənin dostlarını satmalı bir proses olub. Hara satırsan? Ay qardaş. Bu o dəqiqə şey, Sən- dostları satmağa bu dəqiqə. Sənə pul lazım deyil. Mən sənə pul verirəm, sən sakit deyəm. Kapitan da. Nə qədər verirsən? Nə qədər verirsən? Sən susa bildiyin qədər. Olar, razıyam. Nosu su. Ay Namik, bir yaxtandan danış da, bir yaxtandan bunu de də. Bu baş salamıram bunu. Mən gözləyirəm ki, görüm bir kapitan kimi nə sıp batırasın orta. Görürəm ki, yığışdıra bilmirsən, mən gedim oraya. Evet, sən niyə yanımda daşıyıram mən? Sən niyə yanımda daşıyıram? Bilirəm ki, Mən də pulumu yerdə, sən- xiyar, mən pulumu yerdə ağacdan yığmıram, mən də hardansız götürürəm də. Götürdüyün yeri bizə də dinən, arada biz özümüz də gedək oradan götürək də. Bura. Bu kimdir ala? Bu sən qılınc balığı zat, bu kimdir ala? Sənin adın nədir? Mənə Mənim yazın adım 5 Di Farel. Nə Farel? Hə. Mən dünyanın Hava ən yaxşı- konservadır. Konservadır, konserva. Mən Sən dünyanın necə ən o? Sən şey deyirdin. Sən Marini niyə öldürdün qaqa? Mən də belə Türkiyəyə getdim, sənə qoşuldum, sən tərəfdən vuruşdun dedim. Mən öldürməyi sevirəm. Abi sən ayrı seçkiliyə göz yumamırsan da. Allah öldürməyi sevirəm nə da ki, sən elə bir xarakter şey yox. Brat özümdən Sən rasizmə qarşı bir karaktersən. Sənə rasizm elədi axı Gör- orada.
Hə. Azı gördün ki, balıq insanlar təkkil elədi, Amma dözəmədi, mən də özündən deyirəm çıxdım. ki, Murat, Kənan orada karakterlə uyğun şey oynayır. Sən də random hərəkət eləyibmiş. Yo. Allah haqqıdır. Yəni. Mən Biz indi random bir davaya girişdik. Mən Ha. dedim ürəkli oğlanda bunu komandaya götürmək olar. Murat, Şey deyim, bu da bir dəqiqə gözləyin. Dəniz adamı olduğuma görə dəniz mənim müttəfiqimdir və dənizdə olanda çoxunuz da şeytan meyvəsiyəm sizdə. Minuslarınız var. Mən sizi qurtarıram dənizlərdə. Plus gəminin içərisində də su bazarları. Abi bir dəqiqə üzr istəyirəm. Səni hələ komandaya dəvət eləməmişik, oralara girmə. Hələ bir hazırki Yox, situasiyaya uyğun bir cavab Qaqa, ver. bir saniyə. Deyirəm ki, sənə sual verdim ki, Marini niyə öldürdün? Marini mən də deyirəm də, Marini ona görə öldürdüm ki, mən ISS-çiyə göz yuma bilmirəm. Mən orada gördüm ki, bəs dəniz adamlarına həmin marinlər əziyyət çəkdirir və onlara zülm verir. Və buna dözə bilmədim, göz yuma bilmədim və onları cəzalandırmaq qərarına gəldim. Çünki o marinlər haqqında da söylentilər eşitmişdim ki, bəs bu marinlər balıq adamlarına zülmlər verir. Aa, bu xoşuma gəldi. Bax, şükür yaxşı bax, bir dəqiqə bax, xoşuma gəldi bax. Qəşəng gəldi. Allah oldu sənə. İlk dəfə qəşəng gəldi. Sənə susmaq üçün pul verilib. Ay Nosu müəllim. Sus. Getdi, pul zaten başım bırak da, getdi pul. Pulu verməyəcəm da. Sus. Okey abi. Heç adın nə oldu qardaş? Sən qılınc adam, nə balıq? Nemo de Farel. Mən ailə Nemo de Farel, oradan demişdim. Nemoya. Di ailəsindən nəsə. Bırak, sən yaddaşın zəifdir, sən elə ona birbaşa konserv edilən mövzun şey eləmə, çox adına falan ilişmə. Farel müəllim, şeydir, Farel. Nemo. Nə işlə məşğulsunuz? Belə deyəsən aşpazsınız, hə? Belə restoran, tavernada aşpaz Mənim bir edirsiniz. neçə bacarıqlarım var. Bəli, kapitan bəy. Mənim bir neçə bacarığım var. Nədir bunlar? 30 yaşı var, fəhlədir. Aşpazam. Yaxşı yeməklər bişirə bilirəm və öz üzərində də işləyirəm gələcəkdə. Bəs daha yaxşı yeməklər, komandanın sevdiyi yeməkləri bişirəcəm ki, ac qalmasınlar. Dəniz məhsullarıdır, müxtəlif məsələn, xörəklər, dünya yeməklərindəndir. Amma sən məstəq var demirdin ki. Sən onda bizim komandaya qatılmaq istəyirsən də belə başa düşürəm. Sən tamam bayrağı. Dedim mən dünyanın ən yaxşı qılınc ustası olacağam. Arkadaşlar, görsən çatdım da ora. Mən deməli nə deyim? Burnumu soxalım abi. Mənim məqsədim, yəni bütün arzum odur ki, dünyanın bir nömrəli qılınc ustası olum. Bir söz de, başqa söz kəsəm. Niyə aşpaz olan biri qılınc ustası? Sənə pul veriblər, sus. Yox, Yox, bu şəxsi sualdır. Niyə aşpaz olan biri aşpazlığı yox, məhz qılınc ustalığı olmaq istəyirsən? Çünki uşaqlığımdan baxıb bəri bir dənə dostum vardı. O vəfat elədi. İkimizin arasında mübahisə vardı ki, ikimizdən biri ən yaxşı qılınc ustası olacaq. Və qərar verdim. Bu dəqiqə basır. Sən zor onun hekayəsini hardansa kopyalayıb basıb gedirsən. Fərq. Qaqa, sən deyə bilərdin ki, ən belə necə deyim, regional problemdə deyərdin ki, bizim ölkəmizdə oxuduğun ixtisasla işlədiyin ixtisas arasında heç bir əlaqə yoxdur. Ona görə mən bu yolu gedirəm. Mənim bir dənə qəşəng təklifim var. Nosunun qəşəng iyi bilmə qabiliyyəti var da. Nosu indi bu yalan deyir, yoxsa doğru deyir? Bir dənə orada zər ataq ona. Nosu burnunu, poğunu silə bilməyib elə, iydən boğulur orada. Qardaşım, Burnum gülsün gözlə. Məncə bu yalandaşır. Niyə görə? Bu əsas məqsədi. Oşum dəniz şeyində də, nədir o? Bu burnu qılınclar var. Bunların şey var, xüsusi sortlar var. Bunu qılıncın qəbul etmirlər ki, bu burnu qılıncın deyirlər ki, sən yəni işə yaramazsan. Əvəz. Mənim kimi də. Sən söz verdiyimə peşman elədin ya. Sən də şeysən, nədir o arşınınla öldürsən heç situasiya. Hani bildikdə sənin tincinə qovur, sən özü sübut eləmək istəyirsən. Bir teoriyam var, mənə qulaq asın bu dəqiqə. Hamı işləyir. Fotkalır, onun üçün hamı qəhrəmana qulaq asır. Komanda sükut. Allah yo, mən onu demirdim. Bunu
Yusif deyirdi. Bura sən indi istəyirsən bir kapitan kimi missiyadan danışdır uşaqlara. Nə hara gedirsiniz, nə Evet. edirsiniz? Qardaşlar, deməli bizim yolumuz Ohara'yadır. Yeni Ohara, Ohara 2. İkinci Ohara dövlətini qurmaq. Ohara'da. Ohara gələcəkdə Buxara Oharadır. deyilən bir yerə çatacaq. Oranı Ohara eləyəcək. Elə bil ki, inşallah. Mən orada öz krallığımı Ohara da- quracağam. Bilmirəm də indi o hələ orada var. Ora çatacaq inşallah. Hocam, siz də yəni əgər ya bu yolun dönüşü yoxdur Abi, yəni. 5 Siz dəqiqə də bağlayın, razısınızsa, hə, o siz də razısınızsa gedək. Yəni bu mənim komandamla bir yerdə gedək bu dövləti quraq. Abi sən bir dənə Intel almışdın amma ki, yəni onu da dinən də. İstirahət adası var idi, onu da danış. Arkadaş, Hə. Okey. Hocam bir dənə istirahət adası var. Orada nə var idi? Yəni yadımdan Maestro. çıxdı. Hə. Orada Ceyhun? Maestro'dan Maestro'dan mən nə şey eləyəcəkdim? Onu bir dənə yadıma sal. Abi deməli sənə bir nəfər gəlib elə əvvəldən deyib ki, Hə. mən sənə Ohara ilə bağlı şeylər verəcəm, məlumatlar verəcəm. Bunun Hə. əvəzinə Hə. Maestro istirahət adası var orada yeni dünyada. Orada Hə, Maestro adlı bir adam Maestronu var. Onun kəlləsini istəyirlər. Hə. Nəticəsi şeydir, qarşılığı. hə. O kim hə bildim. İndi dostlar qulaq asın mənə. Deməli Ohara adında bir krallıq qurmaq məqsədi ilə orada birisi ki Ohara vaxtı zamanında böyük tarixi kitabxanaya varislik edirdi məhv olana qədər. O kitabların bir hissəsi hardasa gizlənib, onunla bağlı mənə informasiya verəcəklər. Amma bunun üçün gərək Maestro adlı bu Marinin kəlləsini alaq. Onun da xəritə var məndə. Yəni o xəritə ilə onun adasına gedəcəyik inşallah. Abi sən Maestro deyən kimi yadıma düşür ki, Brad, Maestro şeydir, deməli siz Don Chinjao falan hələ o vaxtlar bir yerdə olan vaxtı getmisiniz istirahətə, o istirahət adasına. Yəni çox bomba yerdir də. Başa düşdün, akvapark kimi bir adadır bir dənə. Yəni qaqa mən Çox- eşitdiyimə görə Hə. o adam Yonkodur da, onu bata bilmədik biz. Yonkodu alır. Ana, Marin de deyirik, sən deyirsən Yonko. Marin Nəzərə deyil bir dənə abi. hekayə Maestro qulaq. sadəcə Hə, nə? Adanın idarəçisidir o əyləncə adasının, Hə. istirahət adasının. Sadəcə idarəçisidir. Hə, mən Elə mən bir ki, odada bırak, olmuşam. rejissordur Gözlə. Mən o vaxtı biz əmimlə o adaya getmişdik istirahətə. Əmim onda şey vaxtlarında idi, belə şiş-çağ vaxtlarında idi. Mən onu adada görmüşdüm. Deyilənə görə yanına yaxınlaşmaq belə olmur da. Yəni siz onu necə şey eləyirsiniz? İdən Onun yox, onun yüzlərlə orada mənim şey var, o nədir? Xüsusi adanı qoruyan xüsusi silahlar zatları var, nə müasir silahları var. Ada Ada tam onun müasir rəsələri nəzarətindədir. uzaq başı Mən o şeyi maksimum inanmıram. topdur. Oxdur, vəsə. Olan dövlətlər Yox, müasirsiz. Lazer zat oluyordu səndə. Yox, niyə ki, marinlərdə topsat şeylər də var. O şimdi yəni hər tərəfdən silahlar zatlar. Hələ meyvə istifadəçiləri də var onların. Deyilənə görə bir Olsa da maksimum zon olacaq da. Maksimum Abi, qaydan indi adamlarına hər yetir nədirsə, gəlir. vəziyyət belədir ki, Adaya giriş çıxışı da, adaya giriş çıxışı şəxsən özü şey deyir. Yəni ora heç cür girmək mümkün deyil. Hə, Girən evet. çıxa bilmir. Abi, Elə bir Olsun, Çindən aynı olsun. danışırıq, giriş siz yox, bunlarla- çıxış siz yox. bunlardan danışan yerdə bir də görürsüz ki, bir dənə gəmi yaxınlaşır, pirat gəmisidir. İndi son səhnədə burada bitirəcəyik. Pirat gəmisi yaxınlaşır abi. Və sizin Aha. gəminin yanında dayanır. Və bu belə kimdə bir var? və Brad, belə biri görürsüz ki, orada dayanır bu cür. Görüşürük. Kimdə var? Qaqam O qəşəng kimdədir? Hə? Mən dedim. Kimsə Gerçək get, dedim. kimsə get. Deməli, qaqam sizə baxır. Deyir ki, Dəqiq Qaqa da qədər o. bu. siz kimsiz? Kimsə. Mən də deyirəm ki, mən Oharalı Buxaralı Zoroğlanan Yox, sən Ohara sözü kralı olacaq. Sən Oxara sözünü hələ ağzı alınmazsan. Dedi uşaq, harda dedi. aldın? Mən Buxara dedim də. Demək mən Oxara nə dedim Oxara də. sözü desən də düşəcək yerdə daldın. Deyəndə çaşdı, düzəltdim də, düzəltdim də. Dedim ki, o Buxaralı Zoroğlanan öz Buxara krallığımı quracaq. Deyir ki, Ay Brad, bırak, gəl mən kimsən? sənə bir söz deyim. Hər komandanın içərisində ağıllı da olsa bir dənə tupoy olur. Bizim də komandirimiz tupoydur.
nə qaracağı bütün Hə, planları əvvəldən hamının ovcuna qoyur, ona görə də Abi, haqqı bizim şey də, götümüzdən bu düşən kimidir yoxdur. də bura. Hər Gedən şey soxur, var. gələn soxur. O bizdən nasıl Bura. Yəni Adamlar Oharan qayıdıb adını deyir çəkən ki- edam olunur. Oharan adını çəkən edam olunur, yox olur. Sən deyirsən ki, mən Oharadan zor Abi olmuram. bir də mənə qulaq asın, son səhnədir də bu. Adam qayıdıb şey deyir və siz bilirsiniz mən kiməm. Hə, kim? Mən maksimum deyirəm ki, sən get birinci öz kimliyini öyrən, sonra gəlib bizdən soruşarsan. Yanındakılara deyir. Uşaqlar, mən kiməm? Hamısı xorla. Sən ürəksən, brat. Sən ürəksən, brat. Brat, Yo sən yo, ürəksən. o tempdə. Mən nə edirəm? Mən Miryusim də masarı, mən kiməm, mən heç kiməm, o mahnını çalıram olsun biraz. Sən çalırsan, brat. Okay. Bu da sənə baxır Eşki. deyir. Bildiniz mən kiməm deyir və orada səhnə bitir abi. Bugünkü bugünkü şey bitir yəni ki, sessiyamız bitir. Baxdığınız üçün təşəkkür Mən edirəm. kiməm, mən heç Növbəti kiməm. bölümdə başa düşdüyünüz kimi bu qardaşla indi problemlər nədirsə onu həll etməyə çalışacaqlar. Ondan sonra da Bu elə bir gedəcəklər. qız olub əvvəli, sonra oğlana çevrilib, hormonal olaraq. Boy girir. Lady boy. Okay. Dostlarımız bizimlə idi bu gün. Sahib Ağsaç, Kənan Hə. Cəfərli, Yusif İmranov, Aqil Ələkbərov və mən Game Master'ınız Qəhrəman Əkbər. Söz deyirəm. Bağışla mənim. Sahibi nickname-ini çağırırsan. Mən amma Yusif İmranov deyirsən. Xahiş edirəm. Abi, Yusif Targaryen. Ə, Yusif Targaryen. Sahibin saçı ağdır, ona görə burada Ağsaç deyirik ona. Allah Mən də- onu mən hara də sağdı, ağzımı açdırmayın məni. Azaqdı. O saçını hara sağdı. Orası. Bura Ay sağ. saçın Al orası. Yox. Məsələ burasında ki, şeydir, qəhrəman. Mən bütün sosial şəbəkələrdə nickname-i Yusif Targaryen qoymuşam da. Yəni mən xiyar gedir saçına men sürtü gəlir burada deyir saçım ağarır. Hə. 10 səfir başına deyir saçım ağarır. Belə şey olur, mən də Okey. sokmayın da bunu. Yusif Abi Targaryen. yaxşılar. Ya yox, yen. Yen. Ay Yusif Targaryen bizləndir bu gün. Targaryen. Ergen Sonra ye. Kənan Koçaryan və Aqil Ələkbəryan bizlə idi. Balasanyan. Qardaş mən düzünə gedirəm. Mən yanla yönəlişim yox. Mən düzünə Sağ gedirəm. olun, Bir dənə sağ olun, hamıya sağ olun, sağollaşın, sağ olun. bir dənə gəl. Sağ olun, sağ olun, sağ olun.